Mən kimin mövlasıyamsa, yəni mən kimin dostuyamsa, Əli də onun dostudur deyib, onu əlini tutur və qaldıraraq mən kimin dostuyamsa, bu da onun dostudur deyir. Yəni ki, bu söz-söhbətə hələ haqqındakı şikayətlərə artıq son qoyun, kəsin mənasında, məalında bir çıxış edir. Buradan hansı ağıl sahibi bir vəsiyyət mənası çıxarıb, düzü anlaşılmır. Peyğəmbər bu vəsiyyət eləmək istəsəydi vəda xütbəsində təqribən bəzi rəvayətlərə görə 40, bəzi rəvayətlərə görə 40 ilə 100 min arasındakı adama xitab eləmişdi. Buradakı 100 min nəfərin arasında deyərdi ki, mən Əli ibn Əbu Talibi özümün vərəsəm olaraq təyin edirəm. O sözdən də ərəb dilində çox zəngin bir dildir ərəb dili. Məvla deməzdi, dostum deməzdi. Varisim deyərdi, yəni açıq şəkildə bunu ifadə, ima eləməzdi, yəni eyham vurmazdı. Birbaşa kəlmə ilə ifadə edərdi. Vəhiy katibləri vardı, Peyğəmbərin ətrafında nə qədər katib vardı, onlardan bir də elə Əli ibn Əbu Talib idi. Çağırardı yanına, deyərdi, yaz vəsiyyətimdir, səni özümdən sonra təyin eləyirəm deyə altına da möhrün qoyardı. Lakin Peyğəmbər bir kral deyildi ki, evinə hücum olundu, qapısı sındırıldı, xanımı qapısının arasında qaldı, Fatimə radiyallahu anh'a güya. Sonra boğazına əmmaməsini doğrayıb sürüdülər filan. Yəni biz Əli ibn Əbu Talibdən danışırıq. Bunlar nə zənn eləyirlər, yəni bu hansı ağılla belə rivayətlər uydurub danışırlar. Əslində bu birbaşa Əli ibn Əbu Talibi ucaltmaq əvəzinə onu hörmətdən salmaq. Əlbəttə. Yəni bu insanlara sual verəndə ki, sizin evinizdə qapı döyüləndə qapıya kimi göndərdiniz? Yəni evdəki qadınları göndərsiniz, deyirlər yox. Necə ola bilər ki, yəni əlinin qapısı döyülsün, əli ora həyat yoldaşını göndər, zövcəsini göndərsin, özü çıxmasın. Üstəlik bu boyda həngamə baş verir qapıda, evdə. Özü hələ də ortaya çıxıb demir ki, siz mənim bu həyat yoldaşımdan nə istəyirsiniz demir, yəni evdə gizlənir. Yəni belə bir şeyi Əli ibn Əbu Talibin, ya biz necə araşdırmaq olar? Bu şəxsin adı Əlidir, ləqəbi Əsədullah, Allahın aslanı, ləqəbi Heydər, yəni erkək aslan, şir və belə bir döyüşlərdə cəngavərliyi ilə, qolunun zoru ilə, cəngavərliyi ilə, şücaəti ilə bu ləqəbləri qazandı. Elə-belə verməyiblər ona o ləqəbləri. Yəni, belə bir adamın qapısını gedib sındırıb həyat yoldaşının qapının arasında qoymaq olar. Yəni, çıxıb deyir ki, Muaviyə hakimiyyəti öz oğlunu ötürməklə ümməti şiə və sünni olaraq iki yerə böldü. Muaviyyənin dövründə bölünməyib bu. Əbu Bəkirin verdiyi qərar nəticəsində 6 ay gec biət elədiyi üçün olub bu. Əgər məntiq budursa, demək ki, Əbu Bəkirin qərarı nəticəsində meydana çıxıb da bu. Əslində Muaviyyə ilə başlayıb Əbu Bəkirə qədər aparılan bir təbii ki, Muaviyyə səhabəyə açılan bir qapıdır. Muaviyyə səhabəyə açılan bir qapıdır. Bu hər zaman belə olub, yəni. Muaviyyə haqqında irəli geri, nalayiq ifadələri işlətməyə başladılarmı, bu bütün səhabələrə əhatə eləyər. Bunu eləyən adamlar daha sonra dayanmazlar. Əbu Bəkirə qədər gedərlər, hətta bəlkə Peyğəmbərə də dil uzatarlar. Yəni. 657-ci ilin yayında, iyul aylarında Siffeyn adlanan yerdə, Şam ərazisində, Suriya ərazisində Siffeyn adlanan yerdə üz-üzə gəlirlər. Və burada 110 gün davam edən Siffeyn döyüşü baş verir. Siffeyn döyüşü biz adətən İslam tarixində belə vərdiş olmuşuq ki, ən çətin döyüşlər belə bir neçə gün davam edir və ya da bir gün davam edir, bir neçə gün davam edir. Lakin Siffeyn döyüşü o qədər ağır və çətin bir döyüş idi ki, 110 gün fasilələrlə 80-dən çox hərbi toqquşma, silahlı toqquşmanın baş verdiyi bir döyüşdür. Və 110 gün davam etmiş bir döyüşdür Siffeyn döyüşü. Baxmayaraq ki, Əli ibn Əbu Talibin ordusu Muaviyyənin ordusundan say baxımından 2 dəfə daha üstün idi. Bu üstünlüyə baxmayaraq, həmin bu 110 gün ərzində İraq ordusu, xəlifənin ordusu, Şam ordusu üzərində heç bir ciddi belə deyək, uğur qazana bilmədi. Bu tarixdən sonra artıq müsəlmanlar Muaviyyəyə biət edirlər və Muaviyyə artıq parçalanmış xilafəti yenidən birləşdirərək bütün xilafətin tək xəlifəsi olur və onu da qeyd edeyim ki, Muaviyyə ibn Əbu Süfyan əlində fürsət, imkan, güc olduğu halda həqiqətən də heç kimdən qisas almamışdı. Halbuki istəsəydi eləyə bilərdi. Heç kimdən qisas almadı, heç kimə toxunmadı. Hucur ibn Udeydən başqa, o da artıq həddini aşıb qiyam qaldırmaq həzmində olduğu üçün edam olmuşdu. Onun xaricində Əli ibn Əbu Talibin yaxın adamları, ona sadiq olan, ona kömək eləyən şəxslərin heç birindən, nə də Osmanlı qatillərindən belə deyək də, araşdırıb, tapıb bir-bir onları təsbit edib, qisas almamışdı Muaviyyə.
Salam hörmətli Xronologiya izləyiciləri, Xronologiya kanalına xoş gəldiniz. Mən Ülvi Qismətoğlu və qonağımız tarix elmləri doktoru Elnur Nəsirov sizin üçün İslam tarixində baş verən hadisələri işıqlandırmağa çalışacağıq. Bugünkü mövzumuz Həzrəti Əli İbn Əbu Talibin xilafət dönəmini əhatə edəcək. Buyurun Elnur müəllim, söz sizdə. Təşəkkür edirəm, çox sağ olun. Mən də dinləyicilərimizi salamlayıram. Bəli, bugünkü mövzumuz 4-cü Raşid xəlifə Əli ibn Əbu Talib, Allah ondan razı olsun, onun hakimiyyəti dövründə baş vermiş hadisələr haqqında olacaq. Əvvəla, biz hər şeydən əvvəl mənə elə gəlir ki, Həzrət Əlinin həyatı haqqında qısa bir məlumat versək, dinləyicilərimizə, tamaşaçılarımıza yerinə düşəcək. Əli ibn Əbu Talib radiyallahu anh, Allah ondan razı olsun, miladi tarixlə təqribən 599 və ya 600-cü illərdə, yuvarlaq götürsək 600-cü ildə dünyaya gəlmişdi və bisətdə, yəni artıq ilk vəhyin Peyğəmbər sallallahu aleyhi və səlləm edildiyi vaxt Əli ibn Əbu Talib təqribən 10-11 yaşlarında bir uşaq idi. Atası Əbu Talib Peyğəmbərimizin sallallahu aleyhi və səlləm əmisi idi, məlum olduğu kimi. Lakin həmin illərdə Məkkədə baş verən şiddətli qıtlıq səbəbindən onun da Əbu Talibin ailəsi də xeyli geniş olduğu üçün, övladları çox olduğu üçün, övladlarına baxmaqda biraz onların yaşasını təmin eləməkdə biraz sıxıntı çəkdiyi üçün övladlarından bəzilərini yaxın əqrabaları öz himayəsinə götürürlər və Əli ibn Əbu Talib də 5 yaşında ikən Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən himayəsinə götürülür və bu yaşından sonra artıq, yəni 5 yaşından etibarən Peyğəmbərin evində, belə deyək, onun öz övladı kimi onun tərbiyəsində və himayəsində yetişməyə başlayır və bu səbəbdən də İslam və İslam dinindən, tövhid əqidəsindən ilk ayələrin nazil olan ilk ayələrdən, ilk xəbərdar olan şəxslərdən biri uşaq yaşlarında olsa da Əli ibn Əbu Talib olmuşdur. Bu səbəbdən də bəzi tarixçilər onu iman edən ilk uşaq olduğunu söyləyirlər. Çünki ilk iman edən şəxs bir qadın idi. Xədicə anamız, Allah ondan razı olsun, Peyğəmbərin xanımı. Daha sonra Əbu Bəkir yaxın dostu, ondan sonra da Əli İslam dinini qəbul etmişdirlər. Bundan sonraki tarixlərdə, yəni Məkkə dövründə, İslamın Məkkə dövründə Əli ibn Əbu Talib uşaq və ya yeniyetmə yaşlarındaydı, gənc yaşlarındaydı. Hicrət vaxtı isə artıq o yetişkin bir gənc idi. Yəni 622-ci ildə baş verən hicrət hadisəsində Əli ibn Əbu Talib 21-22 yaşlarında bir gənc idi. Hicrətdən 2 il sonra Mədinədə ikən 624-cü ildə Peyğəmbər sallallahu aleyhi və səlləm onu öz qızı Fatimə anamız radiyallahu anh ilə evləndirmişdi. Həzrəti Fatimə radiyallahu anh'a da təqribən həmyaş saylardılar, amma biraz Əli ibn Əbu Talibdən kiçik idi. Çünki bunu da biz hardan bilirik? Peyğəmbərə ilk vəhiylər gəlib o Məkkə dövründə o Məkkə müşriklərinin hücumlarına məruz qalarkən Həzrəti Fatimənin kiçik bir qız uşağı olduğunu görürük biz hədislərdən, tarixi rəvayətlərdən və hədis rəvayətlərindən aldığımız məlumatlardan. Hətta Kəbənin həyətində Peyğəmbər namaz qılarkən onun üzərinə atılan o dəvə içalatını da o atasının üzərindən götürür və o müşriklərə də o sərt bir şəkildə, acıqlı bir şəkildə atasına qarşı belə rəftarı və bu artıq belə bir məlum olur ki, ağlı kəsəcək qədər bir yaşda uşaq idi. Və bu da onu göstərir ki, hicrət vaxtı Fatimə anamız hardasa 15-16 yaşlarında gənc bir qız idi və 2 il sonra da, yəni 17-18 yaşlarında da Əli ibn Əbu Taliblə evlənmişdi. Həzrəti Əli Fatimə anamızla evli olduğu illərdə başqa bir qadınla evliliyi olmamışdı və bu evlilikdən də, bu nikahdan da onların 5 övladı dünyaya gəlmişdi. Bunlar Həsən və Hüseyin, Allah onlardan razı olsun, oğlan uşaqlar idi və bir də Muhsin və ya Mühəssin adlandırılan ölü olaraq dünyaya gəlmiş bir oğlan uşağından bəhs edir tarixi qaynaqlar və bir də qızları var idi, Zeynəb və Ümmü Külsüm.
Əgər Muhsini nəzərə almasaq, bu nikahdan onların 2 oğlan və 2 qız olmaqla 4 övladı dünyaya gəlmişdi. Dediyim kimi, baxmayaraq ki, İslam dini çox evliliyə icazə verir və bir çox sahabələr, o cümlədən Peyğəmbər sallallahu əleyhi və səlləmin özü də bu dövrdə bir çox qadınla evli olmuşdular. Lakin Əli ibn Əbu Talib Fatimə anamızla evli olduğu dövrdə başqa bir qadınla evlənməmişdi və tarixi rəvayətlərdən yenə də bizə gələn rəvayətlərdən belə məlum olur ki, buna da qəti surətdə qarşı olmuşdu Fatimə radiyallahu anha. Çünki belə bir evliliyə təşəbbüs eləmişdi əslində Əli ibn Əbu Talib və bu səbəbdən evdə bir münaqişə də yaşanmışdı hətta və bu səbəbdən hətta Əli ibn Əbu Talibin bir müddət evi tərk etdiyini, daha sonra Peyğəmbər sallallahu əleyhi və səlləmin gedib onu axtarıb tapdığını, bir də quru torpağın üstündə yatdığını, qalx ayağa Əbu Turab, yəni torpağın atası, yəni üstü başı torpağa batdığı üçün bu deyə xitab eləmişdi və məşhur bir söz var, məlum güruh bunu tez-tez istifadə edir ki, Peyğəmbər deyir, Fatiməni incitən məni incitmişdir, məni incitən isə Allahı incitmiş olar deyir. Burada o incitən Əli ibn Əbu Talib idi. Əbu Bəkir deyildi yəni. Bu dediyim hadisə səbəbindən baş vermişdi bu. Çünki Əli ibn Əbu Talib başqa bir qadınla evlənmək istəyəndə Fatimə radiyallahu anh'a bundan qəti surətdə etiraz edərək atasına şikayət eləmişdi və buna görə də Peyğəmbər də bu şəkildə ifadə eləmişdi ki, Fatiməni incitən məni incitmiş olar deyə. Yəni burada o incitmə kəlməsi həmin hədisdə o incitmə feili Fədək bağları səbəbilə Əbu Bəkirə aid deyildi. Bu şəkildə əks elətdirməyə çalışdılar, amma deyildi. Əli ibn Əbu Talibə aid idi. Beləcə, Fatimə anamız, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi ve səlləm vəfatından 77 gün, bəzi tarixi rəvayətlərdə 77 gün göstərilir. Təqribən 2 ay, yarım 3 ay sonra o da dünyasını dəyişmişdi. Yəni, Peyğəmbər həyatda ikən vəfatından əvvəl onun həyatda qalan yeganə övladı idi. Çünki oğlan uşaqları kiçik yaşlı ikən vəfat etmişdilər. Digər qız uşağı, 3 qız uşağı da hicrətdən əvvəl və hicrətdən sonra vəfat etmişdilər. Fatimə radiyallahu anh'ın vəfatından sonra isə biz Əli ibn Əbu Talibin təqribən yox dəqiq 8 qadınla ayrı-ayrı vaxtlarda evliliyi olduğunu görürük və bu evliliklərdən də 14 oğlan, 13-də qız olmaqla 27 övladı dünyaya gəlmişdi. Bunların arasında adı Əbu Bəkir əl-Əkbər və Əbu Bəkir əl-Əsqər, yəni böyük Əbu Bəkir və kiçik Əbu Bəkir olan Ömər əl-Əkbər və Ömər əl-Əsqər, böyük Ömər və kiçik Ömər, Osman əl-Əkbər və Osman əl-Əsqər olan oğulları da vardı ki, bunlardan bu 14 oğlundan 5-i öz böyük qardaşları Hüseynlə birlikdə Kərbəlada şəhid olmuşlar. Kimlərdir bunlar? Böyük Əbu Bəkir, Böyük Osman, Cəfər, Abdullah və Ubeydulllah. Bunlar Kərbəlada şəhid olmuşdular öz qardaşları ilə birlikdə. Əli ibn Əbu Talib Peyğəmbərin iştirak elədiyi, demək olar ki, bütün savaşlarda, bütün müharibələrdə iştirak eləmişdi. Bədirdə iştirak eləmişdi, Uhudda iştirak eləmişdi. Xəndək döyüşündə aktiv bir şəkildə iştirak eləmişdi. Xeybərin fəthində böyük yararlılıq, belə deyə, qəhrəmanlıq, şücaət göstərmişdi. Ondan sonra Təbük səfərində iştirak etməmişdi. O da Rəsullahın öz istəyindən, Rəsulullah onu Mədinədə öz yerinə qoymuşdu. O məşhur hədis rəvayətlərində Əli ibn Əbu Talib təkidlə bu səfərə qatılmaq istəyəndə Peyğəmbər sallallahu aleyhi və səlləm ona məni sən qadınların da uşaqların yanından olursan deyəndə o demiş ki, Peyğəmbər ona Musa ilə Harun arasında münasibət necədirsə, səninlə mənim arasında da münasibət o cürdür. Yəni, necə ki, Musa əleyhissalam Harunu öz qardaşını yerinə qoyub gedirdi, mən də səni o şəkildə, həqiqətən də biz Mədinəyə hicrət vaxtıda müaxat ki deyirik, orada bəzi ənsarla mühaciri bilirsiniz də, qardaşlaşdırırdı Peyğəmbər, bir mühacirlə bir ənsarı, orada Əli ibn Əbu Talib özü ilə qardaşlaşdırmışdı. Baxmayaraq ki, hər ikisi mühacir idilər.
Və Əli ibn Əbu Talib dediyim kimi çox şücaətli, bacarıqlı bir döyüşçüydü, bir cəngavər idi. Lakin maraqlı bir şəkildə biz Peyğəmbərin onu heç bir idari vəzifəyə təyin etmədiyini görürük. Peyğəmbər dövründə Əli ibn Əbu Talib heç bir valiliyə və s. idari bir vəzifəyə təyin olunmamışdı. Bir dəfə biz deməli Yəmənə göndərilir, bəlli bir qrupun başında bir qrup şəxsin rəhbəri, lider olaraq Yəmənə göndərilir, zəkat mallarını toplamaq üçün və onda da orta bir aralarında o rəhbəri olduğu qrupla arasında bir problem meydana gəlir, bir gərginlik meydana gəlir və bu gərginlik də daha sonra məlum olduğu kimi Qadir-i-Xum hadisəsi ilə nəticələnir. Biz bu haqda danışmışıq. Qadir-i-Xum hadisəsi ilə nəticələnir. Və beləcə Əli ibn Əbu Talib Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatı vaxtı artıq 632-ci ildə Peyğəmbər vəfat etdikdə, o da 32-33 yaşlarında, öyle deyək, cavan sayılacaq yaşlarında bir şəxs idi. Məlum olduğu kimi, biz bunu əvvəlki dərslərimizdə, söhbətlərimizdə daha doğrusu, bu haqda danışmışdıq, xatırlayırsınızsa, demişdik ki, Peyğəmbər vəfat etməmişdən əvvəl Qırtas hadisəsi, məşhur Qırtas hadisəsi var. Biz bu haqda danışmışıq Qırtas hadisəsi haqqında. Peyğəmbər vəfatından əvvəl Əbu Bəkir öz yerinə namaz qılmasına təyin eləmişdi. Abbas ibn Abdülmüttəlib Peyğəmbərin əmisi Əli ibn Əbu Talibə yaxınlaşaraq bir sabah Peyğəmbərin bir cəmaat daha doğrusu yaxınlaşır. Orada da Abbas da var idi. Peyğəmbər bugün necə sabahladı, gecəni necə keçirdi deyəndə Əli ibn Əbu Talib yaxşı keçirdi, çox şükür deyə cavab verir, bu şəkildə cavab verir. Lakin Abbas ibn Abdülmüttəlib onun əlindən tutaraq, qolundan tutaraq bir kənara çəkir və deyir ki, mən Haşim oğullarının, Abdülmüttəlib övladının vəfat etməmişdən qabaq üzlərindəki ifadəni bilirəm. Yəni bizim soyumuz olduğu üçün və bu həmin o ifadəni, o cizgiləri mən Muhammed sallallahu aleyhi ve sellem üzündə görürəm, Peyğəmbər bu yaxınlarda vəfat edəcək. Sən ona yaxınlaş və soruş. Əgər bu işdən də hakimiyyət nəzərdə tutulur, iqtidar. Xəlifəlik nəzərdə tutulur. Bəli. Əgər bu işdən bizim bir payımız varsa, bunu bizə bildirsin. Yox, əgər bizim buradan bir payımız yoxdursa, kimin varsa, həmin adamlara bizi tapşırsın. Çünki əksi təqdirdə Əli ibn Əbu Talibə deyir, əksi təqdirdə bir neçə gün sonra sən Əsanın qulu olacaqsan. Əsanın qulu deyəndə dəyənəyin qulu. Yəni idarə olunan olacaqsan. Yəni idarə edən yox, idarə olunana çevriləcəksən deyir. Və Əli ibn Əbu Talib də ona maraqlı bir cavab verir. Deyir ki, vallahi qorxuram ki, mən bu haqda Peyğəmbərdən soruşaram. Peyğəmbər də bunu bizə qadağan eləyər. Və ondan sonra heç vaxt insanlar bizi bu işə yaxın buraxmazlar. Deyir və Peyğəmbərdən bu haqda soruşmaqdan imtina edir. Buradan biz bəzi nəticələri çıxara bilərik ki, istər Abbas, istərsə də Əli ibn Əbu Talib iqtidara talib idilər, belə deyək. Yəni, istəyirdilər. Və bu istəkləri də nə ilə bağlı idi? Əqrabalıqla bağlı idi. Baxın, burada heç vərasətdən, vəsiyyətdən söhbət getmir. Yəni, Peyğəmbərə yaxın olduğumuz üçün bu işdə bizim də haqqımız var. Bizim də birazdan mən Buxari və Müslimdə gələn Fəthül Baridə, İbn Həcər Əl-Əsqalaninin Fəthül Barisində gələn hədis rəvayətlərində deyəcək, vaxtda da danışacaq. Buradan da biz görəcəyik ki, bəzi şəxslərin ifadə etməyə çalışıb, Bəni Səidə sakvasında Əbu Bəkirin hakimiyyətə gəlməsini biz bu haqda danışmışdıq. Əbu Bəkir necə xəlifə seçilibsə, Allah ondan razı olsun. Onu xəlifə seçənlərdən Allah razı olsun. Və burada Əli ibn Əbu Talibin beyəti gecikdirdiyi haqqında da geniş bir şəkildə danışmışdıq. Və həqiqətən də Əbu Bəkirin biz xəlifə seçilməsindən sonra Peyğəmbərin dəfni ilə məşğul olur Əli ibn Əbu Talib, onu yuyan, kəfənləyən və dəfn edənlər Əli ibn Əbu Talib, əmisi Abbas, Abbasın oğlu Fəzil və Usam ibn Zeyd
bu şəxsləri olub və Əbu Bəkir xəlifə seçiləndən sonra çox maraqlı bir şəkildə həmin bu dövr eyni zamanda biz danışmışıq bu haqda Əbu Bəkirin hakimiyyəti dövrü hadisələr haqqında danışanda yarımadada vəziyyət həqiqətən çox gərgin idi, çox qəliz və çətin bir vəziyyət idi. Riddə hadisələri başlamışdı. Yalançı peyğəmbərlərin, Müseyləmə və digərlərinin fəaliyyəti var idi geniş şəkildə. Yarımadadakı ərəblər açıq bir şəkildə itaətdən vaz keçmişlər, boyun qaçırmışlar. Bu da azmış kimi qüvvət toplayıb Mədinəyə hücum əzmində idilər və hücum da etmişdilər. Belə bir şəraitdə, yəni bu hadisələr cərəyan edərkən Əli ibn Əbu Talib beyət etməkdən imtina edir və evinə qapanır. Onunla birlikdə bəzi şəxslər, bu şəxslər Abbas ibn Abdülmüttəlibdir, Zübeyir ibn Əvvam və xüsusən də fərqlənən və məlum güruhun böyük səhabə saydıqları şəxslər var. Bunlar kimlərdir? Əmmar ibn Yasir, Əbu Zər əl-Ğifari, Miqdad və Salman Farisi. Bunlar da Əli ibn Əbu Talibin xəlifə olmasını istəyirlər. Bu səbəbdən bunlar da beyətlərini gecikdirmişlər. Daha doğrusu beyət etməmişdilər. Biz tarixi rəvayətlərdə və hədis rəvayətlərində görürük, maraqlı bir məqam var. Burada bunu mütləq demək lazımdır. Buxaridə və həmçinin Müslimdə, İmam Müslimin əsərində də Ayşə radiyallahu anhadan rəvayət olunan bir hədis var. Bu hədisdə deyilir ki, Əbu Bəkir xəlifə seçiləndən sonra, Əbu Bəkirin xilafəti dövründə Fatimə, Allah ondan razı olsun, Fatimə anamız ona xəbər göndərərək, baxın, həm xəlifə olaraq tanımırlar, amma ondan yenə də nəsə tələb edirlər. Yəni, xəlifə olaraq tanımadıqları şəxsdən atamdan qalan mirası tələb eləyirəm deyə bir xəbər göndərir. Bu da nə idi? Bu, Fədək bağı, Fədək xurmalığı və Xeybərdə olan 1/5 hissə. Əbu Bəkir də ona cavab olaraq bildirir ki, mən Peyğəmbərin belə dediyini eşitmişəm, biz Peyğəmbərlərin buraxdığı miras buraxmırıq, biz miras qoymuruq, bizim qoyub getdiyimiz sədəqədir deyir və mən Peyğəmbəri necə qoyubsa, nə şəkildə buraxıbsa, o şəkildə bunu dəyişdirmədən buraxacam. Peyğəmbər nə şəkildə buraxmışdı? Həmin adı çəkilən yerlərin, yəni Fədək xurmalığı və Xeybərin 1/5 gəliri, xumsu, bu mülkiyyəti Beytülmalda qalmaq şərti ilə Peyğəmbərin yaxınları, əqrabaları bundan faydalana bilərlər. Bu da Quran-ı Kərimin Hucurat surəsi 7-8-ci ayələrinə uyğundur. Çünki onlar feydir. O ayələri oxuyanlar onu açıq-açıq görəcəklər ki, bunlar daşınmaz əmlak olduğu üçün bölünə bilməz. Bu ənənə daha sonra da, daha doğrusu ənənə deyil, bu hüquqi bir təsbitdir. İslam hüququnun da təsbit olmuş qayda yoldur. Bu şəkildə də davam etmişdir. Və onun bu cavabından ötürü Fatimə radiyallahu anh vəfat edənə qədər Əbu Bəkirlə danışmır, belə deyək, ünsiyyət saxlamır və 77 gün sonra da, Peyğəmbərin vəfatına 77 gün sonra da Fatimə radiyallahu anh, Fatimə anamız Allah ondan razı olsun, vəfat edir, dünyasını dəyişir. Yenə həmin hədisdə bir qeyd də eləmək olar ki, məsəl üçün bu Fədək məsələsində biz Əli və Həsənin, Allah hər ikisinə razı olsun, xəlifəlik dövründə də bu Fədək məsələsinə qayıtmamaları bunu göstərir ki, bəli. Onlar bu qaydanı dəyişməmişdilər. Çünki baxmayaraq ki, tamamilə doğrudur. Fatimə anamız artıq həyatda yox idi. Amma varisləri ki var idi, oğulları, qızları var idi. Əgər həqiqətən də bu bir haqq olsaydı, miras haqqı, Əli ibn Əbu Talib hakimiyyətə gələn kimi bunu bərpa etməli idi. Və ondan sonra da Həsənin radiyallahu anh hakimiyyəti dövrlər bunu mütləq bərpa etməli idilər. Amma etmədikləri üçün bu onu göstərir ki, Əbu Bəkirin bu qərarı tamamilə legitim idi, hüquqi idi. Və həmin hədisdə, haqqında danışdığım hədisdə və tarixi rəvayətlərdə də var bu, eyni mətndə keçir. Fatimə anamız dünyasını dəyişəndə Əli ibn Əbu Talib onu gecə ikən dəfn etdi. Gecə ikən dəfn etdi və dəfində Əbu Bəkir başda olmaqla digər sahabələr iştirak edə bilmədilər bu səbəbdən.
Və yenə də həmin tarixi rəvayətdə və hədis rəvayətlərdə deyilir ki, insanların Peyğəmbərin qızı Fatimə səbəbilə Əliyə bir rəğbətləri var idi. Fatimənin vəfatından sonra insanların ona rəğbəti azaldı və onun ətrafından dağılışdılar. Əli ibn Əbu Talib həqiqətən də artıq tək qaldığını gördüyü üçün belə deyək, Əbu Bəkir bir xəbər göndərir. 6 ay sonra, Əbu Bəkirin xəlifə seçilməsindən 6 ay sonra xəbər göndərir və bizə gəl deyir. Amma Öməri gətirmir deyir, maraqlı bir şəkildə. Və çünki Öməri sərt bir adam kimi tanıyırdılar, elə tanınır. Əslində sərt deyil də, yəni adamcağız sözün düzün deyirmiş, yəni, amma sərt bir şəkildə deyirmiş sözün düzün. Bu cür insanlar da bilirsiniz də heç çox xoşlanırlar cəmiyyət. Və Əbu Bəkir bunu Ömərə deyəndə Ömər deyir ki, getmə. Mənə neynəyəcəklər deyir və gedir, tək gedir. Evinə gedir Əli ibn Əbu Talibin, Əbu Bəkir. Və Əli onu görəndə şəhadət gətirir. Əşhədü ən la iləhə illallah və əşhədü ənə Muhammedən əbduhu və rasuluhu deyir və daha sonra sözünə davam edir. Deyir ki, sənin bütün üstünlüklərinə baxmayaraq ki, mən sənin fəzilətli və üstünlüklərini etiraf eləyirəm. Lakin buna baxmayaraq, sən bu işdə önə keçdin. Yəni, xəlifəlik işində önə keçdin, deyir. Mənim görüşümə görə, deyir, bunu Əli ibn Əbu Talib deyir, mənim fikrimə görə, mənim görüşümə görə, Peyğəmbərə olan yaxınlığımızdan ötürü mənim bu işdə bir haqqım var idi. Yəni, xəlifəlik işində mənim də haqqım var idi. Səbəb nədir? Səbəb Peyğəmbərə olan yaxınlığımdan ötürü. Deyir və daha sonra bu uzun bir hədisdir və daha sonra belə razılaşırlar ki, məsciddə elan olunacaq ki, Əli ibn Əbu Talib beyət eləyir və həqiqətən də səhərsi gün Məscid-i Nəbəvidə minbərə çıxır. Əbu Bəkir radiyallahu anh orada Əli ibn Əbu Taliblə öz aralarındakı incikliyin aradan qalxdığını, Əli ibn Əbu Talibin beyət niyyətində olduğunu deyir və orada da məsciddə də Əli ibn Əbu Talib Əbu Bəkirə beyət eləyir və bütün insanlar da, orada olan insanlar da bu hadisədən məmnun qalırlar. Və beləcə biz Əbu Bəkirə beyət etmiş olduğunu görürük. Əli ibn Əbu Talibin öz hissəyi ilə bəzi məlum güruhun dediyi kimi evinə hücum olundu, qapısı sındırıldı, xanımı qapısının arasında qaldı Fatimə radiyallahu anh'a güya. Sonra boğazına əmmaməsini doğrayıb sürüdülər filan. Yəni biz Əli ibn Əbu Talibdən danışırıq. Yəni bunlar nə zənn eləyirlər? Yəni bu hansı ağılla belə rivayətlər uydurub danışırlar? Əslində bu birbaşa Əli ibn Əbu Talibi ucaltmaq əvəzinə onu hörmətdən salmaq. Əlbəttə. Yəni bu insanlara sual verəndə ki, sizin evinizdə qapı döyüləndə qapıya kimi yəni evdəki qadınları göndərsiniz? Deyirlər, yox. Necə ola bilər ki, yəni əlinin qapısı döyülsün, əli ora həyat yoldaşını göndər, zövcəsini göndərsin, özü çıxmasın. Üstəlik bu boyda həngamə baş verir qapıda, evdə. Özü hələ də ortaya çıxıb demir ki, siz mənim bu həyat yoldaşımdan nə istəyirsiniz demir, yəni evdə gizlənir. Yəni belə bir şeyi Əli ibn Əbu Talibin, ya biz necə araşdırmaq olar? Bu şəxsin adı Əlidir, ləqəbi Əsədullah, Allahın aslanı, ləqəbi Heydər, yəni erkək aslan, şir və belə bir döyüşlərdə cəngavərliyi ilə, qolunun zoru ilə, cəngavərliyi ilə, şücaəti ilə bu ləqəbləri qazandı. Elə-belə verməyiblər ona o ləqəbləri. Yəni, belə bir adamın qapısını gedib sındırıb həyat yoldaşının qapının arasında qoymaq olar. Yəni, bunu necə? Bu bir tərəfə, məsələ burasındadır ki, bu hadisə, fərz eləyək ki, belə bir hadisə baş verdi. Bunu eləyən də kimdir ki, Ömər ibn Xəttabdır, Hülüməli. Və üzərindən bir müddət keçir, haradasa bir 4-5 il keçir bu hadisənin üzərindən. Bu hadisəni güya törətmiş olan Ömər ibn Xəttab Əlinin evinə elçi gəlir ki, mən sənin qızımla evlənmək istəyirəm. Yəni, normalda cavab belə olmalıydı ki, sən nə üzrə bura gəlmişsən? Yox, yəni bu qədər hadisədən sonra. Amma neyniyir Əli ibn Əbu Talib? Belə demir, öz qızını Ömərə ərə verir, evləndirir və bu nikahdan da onların bir qız, bir oğlan, Zeyd adlı bir oğlu dünyaya gəlir. Bunu onların öz kitabları... Həzrəti Ömərin xəlifəlik dövründə Həzrəti Ömərin əhl-i beyti olan
yardımları, xüsusən pul ayırması Bəli, məsələsi əlbəttə ki, bəli, müntəzəm olaraq bəli. bütün bu hadisələri təksib eləyir. Və əlbəttə ki, təksib eləyir və bu hadisə də onu göstərir ki, aralarındakı qohumluq əlaqəsi onu göstərir ki, burada əks elətdirilməyə çalışılan bir düşmənçilik abu-havası yox idi. Biz bunu təkcə bu deyil, əlbəttə ki, bax dediyiniz kimi Əhl-i Beytə, yəni Əli ibn Əbu Talib və onun övladlarına verilən illik maaşlar, ətiyələr də onu göstərir ki, böyük rəqəmlərdir. Ömər ibn Xəttabın dövründə kifayət qədər böyük rəqəmlərdir. Zəngin bir həyat sürür. Həsən, Hüseyn və digərlər, Allah onlardan razı olsun ki, onların haqqıydı da çünki Bir də xüsusi bir haşiyə eləyək. Biz məsəl üçün Əhl-i Beyt dedikdə sadəcə müəyyən bir qrupu nəzərdə tutmuruq. Burada Allah Rəsulunun bütün zövcələrini və onların öncəliklə zövcələr. Çünki Qurani-Kərim Əhl-i Beyt deyəndə Peyğəmbərin zövcələrinə bir şəkildə xitab edirik. Əsas surəsi 30-cu aya, bəli, xanımlara xitab edir. Bəli. Və Ömər ibn Xəttabın dövründə də Əli ibn Əbu Talibin heç bir idari vəzifəyə təyin olunmadığını görürük. Sadəcə Ömər ibn Xəttab Qüdsə gedəndə, Qüdsün fəthi ilə əlaqəli orada müqavilə imzalamalı idi. Onda vəkil olaraq idari vəzifəyə öz yerinə Əli ibn Əbu Talibi qoyub gedir Mədinədə. Və Əli ibn Əbu Talibin biz əgər tarixi mənbələrdə, məsələn, Əhməd ibn Həmbəlin Sünəni, Müsnədi olsun, ondan sonra İmam Zəhəbinin tarixi olsun, Dariminin Sünəni olsun, burada verilən məlumatlardan Əli ibn Əbu Talibin Ömər ibn Xəttabın dövründə kifayət qədər artıq zəngin bir insan olduğunu görürük. Halbuki Məkkədə acından mədəsinə daş bağlayan, yəni kasıbçılıqdan və atası çox fəqir olduğu üçün Peyğəmbərə himayəyə verilən bir şəxs idi. Amma Ömər ibn Xəttabın dövründə belə rəvayət olunur ki, mallarının sədəqəsi və zəkatı 40.000 dinar, yəni 40.000 qızıl pula çatmışdı. Yəni əgər malın sədəqəsi 40.000-dirsə, bu deməkdir ki, mal varlığı, yəni zənginliyi bundan çox daha geniş idi və bu onun payına düşən qənimət malları olsun və digər ətiyalar olsun, xəzinədən aldığı maaşlar olsun və s. Beləcə biz Və burada müəllim qısa bir xatırlatma da eləyək ki, bəziləri iddia edirlər ki, Həzrəti Osmanın zənginliyi və müəyyən səhabələr var ki, razılaşmadıqları səhabələri zənginliklə ittiham edirlər. Halbuki onlar cahiliyyə dövründən də zəngin idilər və seçilən, cəmiyyətində seçilən insanlar idilər. Onlar adətən ixtilafların bu zənginliklə əlaqəli olduğunu və xəlifəliyi və yaxud da İslamı bir ticarət mənbəyi olaraq gördüklərini iddia edirlər, gözdən salmaqdandır. Təbii biz bunların heç birilə razılaşmırıq. Amma biz görürük ki, əksinə həmin bu tərəf, bu yəni təəssübkeş qrup eyni halı məsələn Əli ibn Əbu Talibə tətbiq eləmirlər. Əli ibn Talib biz bildiyimiz kimi İslamdan öncə ailəsi zəngin bir ailə deyildi. Amma İslamla bərabər zənginləşən, sizin də qeyd elədiyiniz kimi, zəkat miqdarı o qədər çox idi ki, yəni dövrünün ən zəngin insanlarından biri idi. Bəli, çox təəssüflər olsun. Burada bəzən qəsdən, bəzən məsələn o haqqında danışdığımız məlum güruh qəsdən bunu bu şəkildə əks elətdirməyə çalışır. Bəzi qruplar da var, xüsusən də bunu biz daha çox belə deyək də təsəvvüfi qruplar mı deyək, necə adlandıraq bu qrupları. Bunlarda da güya səhabənin bir xırqa, bir loqma ilə kifayətlənib. Çox, əlbəttə ki, səhabə çox təqvalı idi, amma dünya malı onların deyildiyi kimi, dünya malı onların qəlblərində deyildi, əllərində idi, ciblərində idi. Səhabə çox zəngin idi. Xüsusən də İslami fətihlərdən sonra böyük bir zənginlik meydana gəlmişdi. Və sahabələr də buradan əlbəttə ki, zəhmətləri ilə təbii ki, qanuni yolla zənginləşmişdilər və burada da heç bir problem də görülmür. Beləcə biz Ömər ibn Xəttabın dövründə də danışdıq.
Ali ibn Əbu Talib haqqında və Osmanın seçilməsi Müəllim, bir də məsələsində burada Həzrəti Ömərin dönəmində bir hadisə baş verir. İmam Müslimin kitabında da bu nəql olunur. Hansı ki, Həzrət Abbas ilə Həzrət Əlinin arasında olan mübahisə çox gözəl xatırlatdınız. Bəli, mən onu az qala unutmuşsunuz. Çox təşəkkür edirəm xatırlatdığınız üçün. Mən hətta həmin İmam Müslimin həmin hədisini istəyirəm ki, olduğu kimi oxuyum. Bəli, buyurun. Hərfi ilə oxuyum. Çünki niyə görə oxuyum? Orada çox mühüm məqamlar var. Əvvəla birincisi o haqqında danışdığımız o məlum güruh ki var, hansı ki hər şeyi qara rəngdə göstərməyə çalışır. Onlar oradan bir cümləni götürüblər maqqaşla və deyirlər, baxın, Əli ibn Əbu Talib, sən demə, Əbubəkirdən Ömər haqqında bu cür düşünürmüş. Amma sonra biz görürük ki, əmisi Abbas da Əli haqqında o cür düşünür. Və burada da nə ortaya çıxır? Əslində mübahisələrin qaynağı, yəni kökü, səbəbi ortaya çıxır. İcazənizlə mən həmin İmam Müslimin əsərindən həmin hədisi eynilə olduğu kimi oxumaq istəyirəm. Deməli, Malik ibn Avs'dən rəvayət olunur. Hədis deyir ki, Ömər ibn Xəttab xəbər göndərib məni çağırtdı. Mən də gündüz vaxtı onun yanına getdim. Evində idi, bir sədir, yəni bir divan kimi bir şey, hündür bir şeyin üstündə oturmuşdu və dəridən olan bir yastığa da dirsəklənmişdi. Məni görəndə dedi ki, ey Malik, səni öz qövmünün, yəni qohumlarının, əqrabanın, qəbilənin yanına göndərmək istəyirəm, onlara köməyin dəysin deyə. Çünki onlardan bir qrup mənim yanıma gəldilər və məndən bəzi şeylər istədilər onlara yardım üçün. Mən də o malları onlara ayırdım Beytülmaldan. Sən onlara daha yaxınsan və ged onların arasında bunu böl, təqsim et deyəndə Malik ibn Avs da bu işi bir başqasına həvalə edin deyə xahiş edir. Çünki narazılıq ola bilər filan və s. bölgüdə. Lakin Ömər ibn Xəttab təkid elədi. Dedi ki, xeyr, bu işi sən görəcəksən deyir və bu vaxt deyir, mən oradayken, bunu Malik ibn Avs rivayət edir, Ömərin köməkçisi olan Yəlfa gəldi və dedi ki, ey möminlərin əmiri, Osman, Abdurrahman ibn Avf, Zübeyir və Sa'd ibn Əbu Vaqqas içəri girmək üçün izin istəyirlər. İcazə verilmi? Bəli, dedi xəlifə və onlar da içəri girdilər və çox qısa bir müddət sonra yenidən Yəlfa gəldi. Dedi ki, Abbas ilə Əli də içəri girmək istəyir. İcazə varmı? Ömər ibn Xəttab icazə var dedi. Bəli, bu vaxt Abbas içəri girdi. Abbas içəri girdiyi kimi belə dedi. Ömər ibn Xəttabı da xitab edərək dedi ki, ey möminlərin əmiri, mənim ilə bu yalancı, günahkar, vəfasız və xain olan adam arasında bir hökm ver. Bunu kim haqqında deyir? Abbas, Əli haqqında deyir. Bax, əmi ilə qardaş oğlu arasında mübahisə çıxır. Mübahisə neydən ötürü çıxırsa, ne deyəcəyik? Birazın gələcək ora. Və Abbas necə adlandırır? Öz qardaş oğlu Əlini yalancı, günahkar, vəfasız və xain deyir. Əlbəttə ki, bu sifətləri biz estağfurullah Əli ibn Əbu Talibə yaraşdırmırıq. Sadəcə olaraq aralarındakı mübahisə səbəbindən bu ifadələr Abbasın ağzından çıxmışdır. Və orada olanlar, yəni bir qədər əvvəl içəri girənlər, Abdurrahman ibn Avf, Zübeyir, Sa'd ibn Vaqqas və Osman nə deyirlər? Deyirlər ki, ey möminlərin əmiri, bunların arasında bir hökm ver və bunları bir sakitliyə, sükuta qovuşdur. Yəni bu mübahisə bunların arasında bitsin. Bunun üzərinə, yəni bu sözlərdən sonra Ömər üzünə Əli ilə Abbasa tutub dedi, səbirli olun, tələsməyin. Sonra da orada olanlara xitab edərək dedi, Allah haqqı üçün, yəni sizə Allaha and verərək soruşuram. Sizlər Resulullah sallallahu aleyhi və səlləmin bizə, yəni biz peyğəmbərlərə varis olunmaz, yəni biz miras qoymarıq, bizim qoyub getdiyimiz sədəqədir. Buyurduğunu eşitmişsizmi? Orada olanlar dedilər, bəli, biz bunu təsdiq edirik, eşitmişik. Bundan sonra xəlifə Ömər üzünü Abbas və Əliyə tərəf tutub dedi, sizə Allaha and verirəm, deyin, siz ikiniz peyğəmbərin bizlər miras qoymarıq, bizim qoyub getdiyimiz sədəqədir dediyini eşitmişsizmi? Onlar da
bəli, biz bunu bilirik, belə olduğunu təsdiq edirlər. Daha sonra xəlifə Ömər belə dedi, şübhəsiz ki, izzət və cəlal sahibi olan Allah öz rəsuluna ondan başqa heç kimə vermədiyi bir xüsusiyyəti vermişdir, dedi və bu ayəni oxudu. Hücurət surəsi, daha doğrusu üzr istəyirəm, Həşr surəsi 7-ci ayəni oxudu. Allahın fəth edilən məmləkətlər əhalisindən Peyğəmbərinə verdiyi fəy Allaha, Rəsuluna, yetimlərə, yoxsullara, yolda qalmışlara, yəni misafirlərə aiddir. Ta ki bu mallar aramızdan bəzi zənginlər arasında dönüb dolaşan bir dövlət olmasın. Yəni fəqir, kasıb insanlar da ondan faydalana bilsinlər deyə Peyğəmbər sizə nəyi verdiysə onu alın, sizə nəyi yasaq, qadağan etdiysə ondan əl çəkin. Allahdan qorxun, Allaha qarşı təqvalı olun, çünki Allah çətin, Allahın əzabı çətindir. Belə dedi və Həşr surəsi 7-ci ayəni oxudu. Və bu ayəni oxuyandan sonra Ömər sözünə belə davam etdi. Allahın Rəsulu Bəni Nadir, yəni Yahudi qəbiləsinin mallarını aranızda böldü. Onu sizlərdən mən edib sırf özü üçün ayırmadı. Nəhayət buradan geri qalan bu maldan da Rəsulullah, yəni qənimətindəki daşınan qənimətləri aranızda böldü və geri qalan malları isə, yəni daşınmaz əmlakları isə Rəsulullah öz ailəsinin bir illik nəfəqəsini, yəni dolanışıq üçün lazım olan, yaşı üçün lazım olan payı buradan öz ailəsinə ayırdı. Sonra bundan geriyə qalanını da Allah yolunda sərf etdi, yəni ehtiyacı olan insanlara payladı. Ömər bunları dedikdən sonra belə dedi, sözünə belə dedi, yeri və göyü qorumaqda olan Allahın haqqı üçün sizlərdən soruşuram. Bu məsələni siz də belə bilirsinizmi? Oradakılar dedilər, bəli, biz də bu hadisəni elə sənin dediyin kimi bilirik. Sonra Abbas ilə Əliyə üzünü tutub, onlara da eyni şəkildə and verib dedi, sizlər də bunu bu şəkildə bilirsinizmi? Onlar da bəli, bizlər də bunu bu şəkildə bilirik, dedi. Sonra Ömər yenidən sözünə belə devam etdi. Rasulullah sallallahu aleyhi və səlləm vəfat etdikdə Əbu Bəkir radiyallahu anhu Rasulullahın vəkiliyəm dedi, yəni onun xəlifəsi oldu. Siz ikiniz gəldiniz, yəni Abbas və Əli siz ikiniz gəldiniz. Kimi yanına gəldilər? Əbu Bəkirin yanına gəldilər. Sən Abbas, qardaşının oğlundan mirasını istəyirdin, öz payını istəyirdin. Bu Əli də öz arvadının, yəni Fatimənin atasından ona qalan malları istəyirdi. Deməli, nəyi istəyirlərmiş? Abbas gəlir, deyir ki, mən Peyğəmbərin əmsiyəm, o vəfat eləyib, əmi olaraq mənə nə düşürsə, ondan mirası mənə ver. Yəni, nədir bu? Fədək və Xeybər 5-1. Əli də gəlib nə deyirdi? Deyirdi ki, mənim həyat yoldaşım, yəni Fatimə, Peyğəmbərin qızıdır, atasından ona nə qalırsa, həmin yəni fədəklə nə istəyirlər? Xeybərin 5-1 istəyirlər. Peyğəmbər Əbu Bəkir də sizə belə cavab verdi. Dedi ki, biz Peyğəmbərlər miras qoymarıq deyib Peyğəmbər, bizim buraxdığımız sədəqədir. Bunu sizə dedi. Siz ikiniz Əbu Bəkir haqqında, onun yalancı, günahkar, vəfasız və xain olaraq gördünüz deyir, bu əməlindən ötürü onu. Halbuki Allah Əbu Bəkirin mühaqqaq ki, sadiq, sözündə sabit duran, vəfalı, dürüst və haqqa tabi olan bir kimsə olduğunu bilir. Sonra Əbu Bəkir vəfat etdi. Bu səfər də Rəsulullahın və Əbu Bəkirin yerinə mən keçdim, yəni mən xəlifə oldum, yəni Ömər xəlifə oldu. Siz ikiniz məni də yalancı, günahkar, vəfasız və xain olaraq gördünüz. Niyə? Çünki eyni istəyi ondan tələb edirlər. Yəni fəyi, daşınmaz əmlakı bizim aramızda böl, yəni bizə miras olaraq ver. Mən də deyir, onu aranızda bölmədim, miras olaraq vermədim, mülkiyyət hüququnu sizə vermədim. Sadəcə istifadə hüququnu sizə verdim.
lakin siz ikiniz mənim haqqımda da eyni şey dediniz. Halbuki Allah mənim dürüst əhdinə vəfa edən, doğru sözlü və haqqa tabi bir şəxs olduğumu bilməkdədir. Bu malların mülkiyyətini indi bu malların mülkiyyətini indi mən üzərimə aldım. Yəni dövlət mülkiyyətindədir. Bunu demək istəyir Ömər ibn Xəttab. Sonra Abbas, sən və Əli mənim yanıma gəldiniz və ikiniz indi bir-birinizi ittiham edirsiniz. İkiniz də istədiyiniz şey eyni şeydir. O da bu malları sizə verməyimdir. Siz o xurmalıqları, yəni o xurma bağlarını bizə təslim etdiniz, dediniz. Mən də əgər istəsəniz o xurmalıqların mülkiyyətini deyil, yalnız Rəsullahın zamanında olduğu kimi təsərrüf, yəni istifadə haqqını sizə verə bilərəm. Siz də bu şartlarda o xurmalıqları aldınız. Yəni nə baş verir? Ömər ibn Xəttabın yanına gəlirlər, yenə də eyni tələbləri irəli sürürlər. Ömər ibn Xəttab bu ikisinə nədir? Abbas da Əliyə deyir ki, mülkiyyət sizə verilməyəcək. Daşınmaz əmlakın mülkiyyəti bu qənimət kimi bölünməz. Bu qalır daşınmaz əmlakın mülkiyyəti Beytülmalda, yəni dövlətin xəzinəsində, dövlət mülkiyyətində siz icarəyə götürüb, əkib, becərib, məhsulundan faydalana bilərsiniz və yaxud da oradan gələn gəlirləri özünüzə götürə bilərsiniz, yəni sədəqə olaraq. Necə ki, Peyğəmbər eləmişdi, belə mülkiyyətin saxlamışdı dövlətdə, amma istifadə haqqını insanlara vermişdi, öz ailəsinə vermişdi. Oradan gələn gəlir. Və mən də deyir, sizin aranızda bunu bu şəkildə istədiniz, razılaşdınız. Mən də bunu sizin aranızda böldüm. Elə deyilmi? Yəni bu şəkildə. Abbas ilə Əli dedilər ki, bəli, belədir. Sonra Ömər yenə davam etdi. Sonra ikiniz aranızda hökm etmək üçün, yəni mən sizin aranızda bir qərar verim, hökm edeyim deyə mənim yanıma gəldiniz. Yəni yenə də öz aranızda razılaşa bilmirsiniz. Bax, burada nə baş verir? Deməli, istifadə haqqını ikisinə verib. Abbas da Əliyə verib. Ömər ibn Xəttab. Fədəh xurmalıqlarını və Xeybərdəki o 5-1 hissəni. Amma bunlar yenə də öz aralarında razılaşa bilmirlər. Təsərrüf və istifadə haqqında da razılaşa bilmirlər. Çəkişirlər öz aralarında və bir-birlərini neydə ittiham edirlər, yuxarıda dediyi neydə ittiham edirlərsə. Və yenidən xəlifənin yanına gəlirlər və xəlifə də deyir ki, xeyr, Allaha and olsun ki, mən sizin aranızda qiyamət qopuncaya qədər bu hökmdən başqa heç bir hökm verməyəcəm. Əgər mülkiyyəti Beytülmalda təsərrüfat haqqı isə sizdə qalmaq şərti ilə bu xurmalıqları istifadə edirsinizsə edin. Yox, əgər etmirsinizsə, onda vaz keçin, yəni təsərrüf haqqından da qaytarın, başqasına verək deyib. Hədis bu şəkildədir. Bu rəvayət, tarixi rəvayətdir həm də. Burada biz nəyi görürük? Burada əvvəla biz onu görürük ki, bir neçə nəticə çıxarmaq olar. Bu söz, yəni bir də oxuyaq, nə ilə ittiham edirlər, hansı ifadələr işlədirlər. Yalancı, günahkar, vəfasız və xain. Bu ifadə Abbas tərəfindən Əli haqqında işlədilir. Səbəb nədir? Fədəh xurmalığı və Xeybərdəki bağın gəlirinin bölünə bilinməməsi öz aralarında. Yəni, burada təqsirkar kimdir? Əbu Bəkirdir, yoxsa Ömər? Əlbəttə ki, heç biri. Heç biri. Onlar sadəcə hakim rolunda çıxış edirdilər. Yəni, hakim rolunda çıxış edirlər. Və Haşim oğullarının davası nəyin uğrundadır ancaq? Mal və mülk üzərində. Bəli. Biz bunu hətta Abbasilər dövründə də xatırlayacaq. Əvvəlki dərslərimizdə bunu qeyd eləmişdik, əvvəlki bölümlərdə. Hətta irəlik dəqiqələrdə bunu vurğulayarıq inşallah. Bəli, bəli. Bu həqiqətən də bizim haqqımızı ver deyə daha sonra Əbul Abbas Əs-Səffaha gəlirlər. Abbasilər hakimiyyətə gələndə Əbul Abbas
Səffahın yanında Küfədə, çünki o birinci ona beyət hadisəsi orada baş verir. Həzrəti Həsənin nəslindən olan onun nəvəsi Abdullah ibn Həsən ibn Həsən Pəlvərə gedir. Əlində Quran-ı Kərim, Musafı tutaraq Əbu Abbas Səffahın yanına gəlir və deyir ki, ey möminlərin əmiri, bu kitabdakı haqqımızı bizə ver, deyir və orada da çox gözəl diplomatik bir dillə buna cavab verir. Əbu Abbas Səffah deyir ki, bundan əvvəl, yəni bizlərdən əvvəl sizin ulu babanız, yəni Əli ibn Əbu Talib xəlifə olub. Onun sizə vermədiyi bir şeyi mənim verməyim düzgün olmazdı. Deyir və deyir ki, hətta sizin haqqınız o qədər çoxdur ki, mən onu yenə də versəm də deyir, sizə nəsə oradan yenə də ödəmiş olmaram. Yəni, hakimiyyət iddiasıdır təbii ki bu. Yəni, Səfahat onu deyir, yəni bizim haqqımızı bizə verdir. Daha sonra həmin bu şəxsin oğlu, yəni Həzrəti Həsənin nəvəsinin oğlu, Həzrəti Əlinin nəticəsi var. Muhammed ibn Abdullah ibn Həsən ibn Həsən ibn Əli ibn Əbu Talib. Hansı ki, Nəfsə Zəkiyyə adı ilə tanınır. Nəfsə Zəkiyyə ilə, bu da 2-ci Abbasi xəlifəsi olan Mənsura qarşı bir çıxışı olur bunun da. Çünki özünü Haşim ailəsinin lideri olaraq görürdü. Halbuki Cəfər Əs-Sadiq onu belə görmürdü. Onu da deyim ki, Cəfər Əs-Sadiqə, İmam Cəfərə Əs-Sadiq adını verən də Abbasilərdən xəlifə Mənsurdur. Məsələyə görə vermişdi. Çünki onu qiyama çağırmışlar, o qiyama qalxmamışdı Abbasilərə qarşı. Yardım da etməmişdi, dəstək də verməmişdi Nəfsə Zəkiyyə. Ona görə də bu sədaqətinə görə də ona Əs-Sadiq demişdi. Abbasilərin ikinci xəlifəsi olan Mənsur. Xəlifə Mənsurla Nəfsə Zəkiyyə arasında uzun bir məktublaşma var. Nəfsə Zəkiyyə orada da belə deyir ki, bizim haqqımızdır, yəni özünü biz deyir, Peyğəmbərin övladlarıyıq deyə xitab edir. Hətta müəllim, hal-hazırda o həmin məktubun bir qismi İbn Əbdurrabih Əl-Əndəlüsinin İqta Əl-Fərid, orada cild 4 səhifə 12-də qarşımdadır. İstəsəniz o qismi oxuyum mən. Buyurun. Orada tam bənd-bənd çürüdür Əbu Cəfər Əl-Mənsur onun iqtidarda haqq iddiasına. Cavab olaraq isə belə yazır ki, sonra baban Həsən radiyallahu anh xəlifəliyi bez parçası və pul müqabilində Muaviyyəyə satıb Hicaza getdi. Beləcə tərəfdarlarını Muaviyyənin əlinə təslim etdi. Haqsız mal müqabilində işi əhli olmayan adama buraxdı. Əgər həmin vaxta qədər xilafətdə biraz da olsa haqqınız var idisə, onu da həmin vaxt satıb pulunu aldınız. Sonra Əmin Hüseyin, Allah ondan razı olsun, Mərcanənin oğluna qarşı qiyam qaldırdı. Xalq Mərcanənin oğlundan yana oldu. Hüseyni, Allah ondan razı olsun, öldürüb başını ona apardılar. Küfə valisi Ubeydullah ibn Ziyad. Anası Mərcanə adlı bir kəndisi idi, ona görə cariyə idi, ona görə belə adlandırırlar onu. Belə maraqlı bir yazışma olur iki ailə arasında. Mən İslam tarixi 2-ci cilddə həmin məktubu olduğu kimi verəndə dini komitədən həmin qismi çıxartdılar. Dedilər ki, burada təhqir var, təhqir deyil, bu tarix rəvayətdir və mənim sözlərim deyildi, yəni Xəlifə Mənsurun cavabı idi Nəfsə Zəkiyyə. Kitabı oxuyanlar həmin qismin boş buraxıldığını görərlər, yəni mən həmin qismi boş buraxmışam. Yəni ki, orada bir boşluq var, yəni o boşluqla bəlkə bir bez parçası ilə pula haqqınız var isə də dəyişdiniz, var isə də haqqınız, siz onu satdınız, pulunu aldınız. Yəni Əli ibn Əbu Talibin xəlifəliyindən sonra da bu cür hadisələr də biz qaydaq mövzumuza Ömərin hakimiyyəti dövründə Əli haqqında danışdıq. Nəhayət Ömər ibn Xəttab şəhid olandan sonra, daha doğrusu onu hələ ki yəni şəhid olmamışdı, amma az qalmışdı. Yəni yaralıydı, ağır yaralıydı. Xəlifə seçkisi şurada keçirilir. Burada iki namizəd qalır əsas. Osman ibn Əffan və Əli ibn Əbu Talib. Məlum olduğu kimi Əbdurrahman ibn Əf Şuraya fasilə verərək Mədinəni gəzir və rəy əhli ilə söhbət edir. Onların fikrini alır. Ki, görüm insanlar arasında rəğbət kimə daha çoxdur və belə məlum olur ki, insanların çoxu Osmanlı xəlifə olaraq görmək istəyir və Əli ibn Əbu Talib edir ki, bu gecə mənim yanıma gəl deyir və gecə vaxtı ikisi bir yerdə söhbət edir, uzun bir söhbət olur və
nəhayətində, yəni söz belə deyil, sözün canı olaraq Əbdurrahman ibn Əvf Ali ibn Əbu Talibə deyir ki, mənim sənə bu sözləri deməkdə məqsədim odur ki, bir gözlənti içinə girmə ki, sonra məyus olmayasan deyə. Yəni ki, böyük ehtimalla sən seçilməyəcəksən deyir və həqiqətən də şuradan Osmanın lehinə bir qərar çıxır və Osman xəlifə olur. Osmanın xəlifəliyi dövründə, yəni biz Osmanın xəlifəliyinin ikinci dövründə məlum hadisələr vaxtı danışmışıq biz, ta Osmanın öldürülməsinə qədər gələn hadisələrdir bunlar. Misirdə və Küfədə bir icmanın, bir cəmaatın peyda olduğunu, var olduğunu, meydana çıxdığını görürük. Bu cəmaatın meydana çıxması əslində uzun bir prosesdir. Burada Osmanın vali olaraq təyin elədiyi Səd ibn As adlı şəxs var, bir də Vəlid ibn Uqbə. Bunların ikisinin hakimiyyəti dövründə Küfədə bir sıra hadisələr baş verir. Başda Malik ibn Haris əl-Əştər, o məşhur Malik əl-Əştər ki var, o fitnənin başı. Hansı ki Osman ibn Əffanın qatillərinin başında gedirdi. Yaramaz adam idi çox. Bunun başlıq elədiyi bir qrup var idi. Bunların işi gücü ancaq valiyə qarşı, valilərə qarşı, Osmanın təyin elədiyi valilərə qarşı belə deyək, bir müxalifət təşkil etmək idi. Yaxın dostları da Abdullah ibn Səba adlı bir şəxs idi. Bu şəxsin də kim olduğu İslam tarixində maraqlananlar bilirlər. Abdullah ibn Səba Yəmənli, əslən Yəmənli bir Yahudi idi. Əli ibn Əbu Talibin və söhbət edərək İslamı qəbul eləmişdi. Baxın, bu çox mühüm bir şeydir. Niyə görə mühüm bir şeydir deyirəm? Əvvəla onu deyim ki, bəzi müasir tarixçilər Abdullah ibn Səbanın, hətta məlum güruh da bunu deyir, Abdullah ibn Səbanın uydurma bir şəxs olduğunu deyirlər. Güya belə bir şəxs əslində tarixdə olmayıb, sonradan uydurulub və bütün işlər, hadisələr bunun üzərinə atılsın deyə. Lakin bu doğru deyil. Bunun da doğru olmadığını, yəni Abdullah ibn Səbanın tarixi bir şəxsiyyət olduğunu, yaşamış real bir şəxs olduğunu biz haradan öyrənirik? Məşhur Şiə məzhəbinə mənsub məşhur bir tarixçi var, ilahiyyatçı var. Əbülhəsən Novbəxti 10-cu əsrdə yaşayır. Onun Firaq-ı Şiə adlı bir əsəri var. Yəni Şiə firqələri, Şiə məzhəbi öz arasında bilirsiniz, bölünüb bir çox yerlərə. Şiə firqələri, Firaq-ı Şiə adlı əsəri var. Burada Abdullah ibn Səba haqqında geniş bir məlumat verir. Bir başqa mənbədə Əbu Cəfər Ət-Tusinin İxtiyar fi Mərifətil Rical adlı əsəridir. Bu əsərdə də yenə də Abdullah ibn Səba haqqında geniş məlumat verilir və nə deyilir? Deyilir ki, Əli ibn Əbu Talibin əshabından idi, yaxın ətrafından idi. Bu şəxs niyə görə Əli ibn Əbu Talibə yaxınlaşaraq mən İslamı qəbul eləmək istəyirəm, mənə İslamı anlat demişdi. Gələcəkdə mən Əli ibn Əbu Talib ilə söhbət eləyərək İslamı qəbul eləmişəm deyib, özünü bu şəkildə insanlara qəbullandıra bilsin deyə və həqiqətən də bir sonraki dövrlərdə onun, Əli ibn Əbu Talibin onu sürgün etdirilər, öldürmək istəyirdi, amma sonra sürgünə çevirdi cəsanı. Səbəbi bu idi ki, o Əli ibn Əbu Talibə bir gün yaxınlaşırdı ki, mən bilirəm sən osan. O deyir ki, o deyəndə yəni ki, sən Allahsan, yəni Allah sənə hülul eləyib. Deyəndə Əli ibn Əbu Talib buna çox qəzəblənir. Və deyir ki, dərhal tövbə eləməlisən, yoxsa səni bundan ötürü edam etdirirəm deyə, həqiqətən onu edam etdirmək istəyir, lakin yaxın ətrafı mane olur, deyir ki, bu adam səni çox sevir, sənin əshabındandır, cəzasını dəyişdir deyəndə Əli ibn Əbu Talib onun mədayinə sürgün edir. Və Əli ibn Əbu Talib vəfat edəndə bu xəbəri mədayində alır Abdullah ibn Səba və orada da 70 adam şahidlik etsə mən buna inanmaram, o əsla ölməmişdir, mütləq geriyə gəlib, o düşmənlərindən qisas alacaqdır deyə ifadə edir. Və Peyğəmbərlik iddiasında idi, belə deyirdi ki, Əli ibn Əbu Talib əslində ilahdır, yəni Allahdır, Allah ona hülul eləyib, necə ki İsa ibn-i Məryəmə hülul elədiyi kimi və o da məni özünə elçi təyin edib deyə belə absurd bir iddia ilə çıxış edən bir şəxs idi. Biz bu şəxsin Osmanlı dövründə şəhər-şəhər gəzdiyini görürük. Küfə, Şam, Misir, Bəsrə, Mədinə, Yəmən, bütün coğrafiyanı gəzir və burada özünə bir, belə deyək, şəbəkə qurur, bir casus şəbəkəsi qurur və bu casus şəbəkəsində işi ancaq və ancaq Osman ibn Əffan haqqında yalan xəbərlər, uydurma xəbərlər yaymaq idi
Halbuki Küfədə çox məlum olduğu kimi Küfədə bir məhəllə var idi. Nəcraniyə məhəlləsi deyirlər. Bu Nəcraniyə məhəlləsində Ərəbistan yarımadasına sürgün edilmiş yəhudilər və xristianlar yaşayırdılar. Bunların burada böyük bir icması var idi. Dəstəkçiləri var idi Küfədə. Küfə mühitinin, məlum Küfə mühitinin yaranmasında bunların çox böyük əməyi olub. Və bunlar Malik ibn Əşrəf bunun yaxın adamlarından biridir. Ondan sonra Səsa ibn Ribi bunun yaxın adamlarından idi və bunlar vasitəsilə, xüsusən də Malik Əl-Əşrər böyük bir qrupla şəhərdən ayrılaraq Əl-Cəra adlı bir yerə gedir və burada belə deyək, alternativ bir belə deyək, cəmaat icma qurur, cümə namazlarında iştirak eləmir və onun Malik ibn Əşrərin bu Abdullah ibn Səbanın təşviqi ilə qurduğu bu alternativ cəmaat Məkkə Mədinə masqınını təşkil edir, xəlifənin evini mühasirəyə alır və Osman ibn Əffanın qətlində iştirak edir. Və bu Malik ibn Əşrərin daha sonraki illərdə də biz Əli ibn Əbu Talibin yanında olduğunu görürük. Hətta Misir valisi təyin edir, səhv etmirəmsə. Bəli. Hətta səhv etmirəmsə, Əli ibn Əbu Talib onu Misir valisi də təyin edir. Misir valisi bəli təyin edir. Məhəmməd ibn Əbu Bəkirin yerinə təyin edir onu. Çünki öz vəzifəsini icra eləyə bilmirdi. Orada itaətsizlik vardı. İnsanlar itaət etmək istəmirdilər Əli ibn Əbu Talibin adamlarına. Və xəlifə Osmanın qətlindən sonra həmin bu şəxslər Əli ibn Əbu Talib, Təlhə ibn Ubeydullah və Zübeyir ibn Əvvamın üçündən birinin xəlifə olmasını istəyirlər. Bu üçü əlbəttə ki, bu istəyi rədd edirlər. Əli ibn Əbu Talib deyir ki, bu sizin işiniz deyil. Bu Mədinə əhlinin işidir. Çünki Əli ibn Əbu Talib mütləq istəyirdi ki, Təlhə və Zübeyir, yəni şura üzvlərindən sadəcə onlar həyatda qalmışdılar. Onlar ona biət etsinlər deyə və onlar da məcburi qaydada onlar biət edir. Niyə görə biz məcburi qaydada deyirik? Çünki Cəməl vaqiəsində, Cəməl hadisəsində birazdan biz bu haqda danışacağıq. Təlhə ilə Zübeyrə bunu dillərdir. Hətta Zübeyrə deyirlər. Deyirlər ki, sən deyildinmi Əli ibn Əbu Talibə biət elədin? O da deyir ki, bəli, mən idim, amma ki, qılınc boynuma dirənmiş vəziyyətdə, yəni kərhən, məcburən, ikrah altında olaraq mən biət eləmişəm deyə ifadə eləyir. Və həqiqətən də biz bir müddət sonra Təlhə ilə Zübeyrin Məkkəyə getdiyini görürük. Osman ibn Əffan qət edildiyi vaxt Ayşə anamız radiyallahu anhu və ətrafındakı səhabələrlə həcc ziyarətindən Məkkədən Mədinəyə qayıtırdılar. Xəlifənin, yəni Osmanın qətlini eşitdikdə Məkkəyə geri qayıtdılar və Məkkədə də bir cəmaat formalaşmağa başladı bu hadisə qarşısında. Təlhə ilə Zübeyir də ora getdilər. Umeyyə ailəsi ümumiyyətlə Mədinəni tərk elədi. Sahabələrdən bəziləri Əli ibn Əbu Talibə biət elədilər, bəziləri isə biət etməkdən imtina etdilər. Mən burada həmin sahabələrin adlarını bir-bir oxumaq istəyirəm ki, həm dinləyicilərimiz üçün də mənə elə gəlir ki, maraqlı olacaq. Hansı sahabələridir? Bunlar tanınmış sahabələridir, hansı ki, biət etməkdən imtina etmişdilər. Muhammed ibn Məsləmə Əl-Ənsari, Həssan ibn Sabit Əl-Xəzrəci, Kəb ibn Malik Əl-Ənsari, Məsləmə ibn Müxallid Əl-Ənsari, Əbu Said Əl-Xudri Əl-Xəzrəci, Numan ibn Bəşir Əl-Ənsari, Zeyd ibn Sabit Əl-Ənsari, Rafi ibn Xudeyc Əl-Ənsari, Fudalə ibn Ubeyd Əl-Ənsari, Kəb ibn Ucrə Əl-Bələbə Əl-Ənsari, Abdullah ibn Ömər ibn Xəttab, Sa'd ibn Əbu Vaqqaz Əl-Muhaciri, Suheyb ibn Sənan Əl-Rumi Əl-Muhaciri, Sələmə ibn Amr ibn Əl-Əqva, Usama ibn Zeyd ibn Əl-Harisə, Əbu Amr, Qudamə ibn Məsum Əl-Cümahi, Muğirə ibn Şubə və Abdullah ibn Səllam və digərləri, bir çoxları, bunlar Əli ibn Əbu Talibə beyət etməkdən imtina edən səhabələr idi. Buna baxmayaraq, bunların bu qərarı əlbəttə ki, çox şey dəyişmədi. Əli ibn Əbu Talib artıq xəlifə olmuşdu və bundan sonraki tarixdə biz Ayşə radiyallahu anhanın ətrafında bir müxalifətin formalaşdığını görürük. Müxalifət deyəndə nəyi nəzərdə tuturam, nəyi qəsd edirəm? Osman ibn Əffanın qatilləri cəzalandırılsın tələbi ilə çıxış eləyirlər. Kimdir burada? Ayşə, Təlhə və Zübeyir, Allah onlardan razı olsun. Bunlar Məkkədən bir ordu ilə çıxırlar və İraqa tərəf gedirlər. Bəsrəyə yaxınlaşırlar. Çünki Bəsrədə
tərəfdarları, onlara tərəfdar duracaq olan insanların olduğuna inanırlar. Digər tərəfdən bu hadisələr cərəyan edərkən Əli ibn Əbu Talib, baxın, Əli ibn Əbu Talib artıq ordu hazırlayır. Yenicə hakimiyyətə gəlib, ordu hazırlayır. Səfərin hədəfi haradır? Səfərin hədəfi Şamdır. Muaviyyənin üzərinə gedir. Çünki Muaviyyənin yerinə, bax, hakimiyyətə gələn kimi ilk işi Muaviyyənin yerinə bir adam təyin eləmək olur. Ki, Muaviyyə vəzifədən çıxarılsın, onun yerinə başqası təyin olunsun. Niyə görə bu olur? Çünki Numan ibn Bəşir Osman ibn Əffanın qanlı köynəyini və onun xanımı Nailənin kəsilmiş barmaqlarını özü ilə götürür və Şama gedir, Muaviyyəyə verir. Deyir ki, Osman bu cür məzlum vəziyyətdə qətl olunub deyir və Muaviyyə də bu qanlı köynəklə barmaqları məsciddə nümayiş elətdirir və insanlar bunu görüb çox ağır bir kədərə qərq olurlar. Yəni xəlifənin bu şəkildə, üstəlik tərbiyəsizcə, bilirsiniz, çox ədəbsiz, tərbiyəsiz, hörmətsiz bir şəkildə Osmanı qətl edirlər bunlar. Təsəvvür edin ki, Osman ibn Əffanı Quran oxuduğu yerdə qətl edirlər, yəni Quran Musaf önündəykən başından vururlar və yaşlı 80 yaşında, artıq ahıl yaşlarında bir kişi də Osman yaşlı bir adam idi. Başından vururlar və Quran-ı Kərimin üzərinə düşür, o başı, qanı Quran-ı Kərimin üstünə axır. Qılıncla vurmaq istəyəndə xanımın Nailə əlini uzatır, qılınc barmaqlarına deyir, barmaqlarını doğruyur. Və bu ədəbsizlər, bu tərbiyəsiz, bu curu, Küfə mühitinin yetişdirdiyi bu insanlar nə edirlər bilirsiniz? Utanmaz. Xəlifənin arvadına sataşırlar da hətta orada. Üzr istəyirəm dönə-dönə. Arxasına elləyərək, bu canı suluymuş hələ deyirlər, yəni istihza da edirlər, yəni. Hətta belə bir xainliyə, belə bir alçaqlığa da yol verirlər, yəni tarixi rivayətlərdə gəlir bu. Və bu insanlar təsəvvür edin ki, bir müddət sonra maraqlı məqam da var ki, müəllim, bunları bizə şey kimi tanıdırlar, yəni səhabə kimi tanıdırlar, bəzi o güruh. Çox təəssüflər olsun. Bilirsiniz, bəli, çox belə deyək, o necə deyərlər, birini qoyub birini danışmağa keçməsin. Bəziləri mövzular nə tarixşünaslığından, nə mənbəşünaslığından xəbəri olmayan şəxs çıxıb deyir ki, Muaviyyə hakimiyyəti öz oğlunu ötürməklə ümməti şiə və sünni olaraq iki yerə böldü. Muaviyyənin dövründə bölünməyib bu. Əbu Bəkirin verdiyi qərar nəticəsində 6 ay gec biət elədiyi üçün olub bu. Əgər məntiq budursa, demək ki, Əbu Bəkirin qərarı nəticəsində meydana çıxıb da bu. Əslində Muaviyyə ilə başlayıb Əbu Bəkirə qədər aparılan bir Təbii ki, Muaviyyə səhabəyə açılan bir qapıdır. Muaviyyə səhabəyə açılan bir qapıdır. Bu hər zaman belə olub, yəni. Muaviyyə haqqında irəli geri, nalayiq ifadələri işlətməyə başladılarmı, bu bütün səhabələrə əhatə eləyər. Bunu eləyən adamlar daha sonra dayanmazlar. Əbu Bəkirə qədər gedərlər, hətta bəlkə Peyğəmbərə də dil uzatarlar. Yəni, əsas fundamenti Muaviyyə ilə qurub, sonra Həzrət Osmanın adil olmadığını iddia edirlər və bu hadisələri halbuki biz Osman nə istəyibsə eləyib, yəni nə istəyir? Səid ibn Ası vəzifəsindən azad eləyib. Vəlid ibn Uqbəyə iftira atıblar ki, bu adam evində şərab içir, vəzifəsindən çıxarıb hədd uyğulayıb, ona dəyənək vurdurur. Halbuki yazıq şərab filan içdiyi də yox imiş. Yəni evinə təsəvvür edin, o da tərbiyəsizdirlər ki, valinin evinə gözətçi qoyurlarmış, gizlindəki güd görüm evində nə edir? Yəni Küfəlilər ki, xəbər ötürmək nə var, niyə görə, səbəb də nədir? Küfədə mübahisə düşür, 3 nəfər, bir nəfəri vurub öldürürlər. Said ibn Ürəssə məktub yazır xəlifə Osmana. Deyir ki, burada belə bir hadisə baş verib. Deyir ki, Quran-ı Kərimdə hökmünə görə hökm ver. Hökm də odur ki, qəsdən adam öldürən edam olunmalıdır. Götürür o da qatili edam edir üçündə. Və ondan sonra Küfədə bu adamların qohumları xəlifə Osman və onun təyin elədiyi valilərə qarşı düşman olurlar. Səbəb budur. Başqa bir səbəb yoxdur. O fitnəkarlar da, Abdullah ibn Səbə, ondan sonra Malik ələklər də bundan çox məharətlə istifadə edirlər. Bu hadisələrin şişirdilməsində, böyüdülməsində və nəhayət Osmanın əleyhinə çöndərilməsində. Yaxşı, madəm Osman bu qədər günahkar etsin, niyə görə daha sonra belə çıxır ki, onda Ayşə radiyallahu anha da ədalətsizlikdə Osmanın qanunu tələb edirdi gəlib Bəsrədə. Bunu demək istəyirlər. Daha 4-5 ay gözləyirlər bunlar Bəsrədə. 4-5 ay gözləyirlər. Hətta özləri öz imkanları ilə həmin üsyançılara qarşı, üsyançılara, qatillərə qarşı müqavimət göstərib onları zərərsizləşdirməyə çalışırlar. Yəni bu qədər vaxt da verilir. Amma məsəl üçün Əli ibn Əbi Talib, Allah ondan razı olsun, yəni heç bir yəni necə deyərlər, qarşılıq görmürlər. Yəni
bu tədbir gördüyünü görmürlər və bundan sonra artıq biz Bəli. Cəməl və Sifin məsələsinə toxunacağıq. Bu məsələlər Bəli, bu Cəməl hadisəsi haqqında biz əslində orada qalmışdıq, biraz mövzudan yayındıq. Qayıdacaq olarsa oraya, elə deyə bilərik ki, Məkkədən Cəməl ordusu Məkkədən çıxır, Bəsrəyə gəlir. Bəsrədə Osman ibn Huneyf idi vali. Şəhərə buraxmaq istəmir bunlar. Niyə gəlmisiniz deyə xəbər göndərir. Onlar gəliş niyyətlərini açıqlayırlar. Deyirlər ki, məsələ budur. Möminlərin əmiri olan Osman haqsız yerə öldürülüb və qatillərindən qisas almaq lazımdır. Qatilləri cəzalandırılmalıdır. Bu vaxt Əli ibn Əbu Talib haradaydı? Əli ibn Əbu Talib Mədinədə idi dediyim kimi və Şam səfəri üçün hazırlaşırdı. Muaviyyənin üzərinə getməyə hazırlaşırdı. Baxın, Muaviyyə onun üzərinə gəlmir, o Muaviyyənin üzərinə gedir. Lakin eşidəndə ki, Cəməl ordusu artıq İraqa daxil olur, Şama getməkdən vaz keçir Əli ibn Əbu Talib, yola çıxır və İraqa gəlir. İraqa gələndə Abdullah ibn Səllam ona yaxınlaşır və deyir ki, sən Peyğəmbərin şəhərini tərk etmə. Sənin orada dostların yoxdur, sənin dostların buradadır, burada qal deyir. Lakin Əli ibn Əbu Talib bu fikirlə razılaşmır. Çünki yanındakılar Abdullah ibn Səllamı təhqir eləyərək qovulur. Başda Malik ələşlər olmaqla. Və beləcə Əli ibn Əbu Talib İraqa gəlir və artıq Bəsrə bu vaxt deməli 656-cı ilin sentyabr ayında Bəsrə Cəməl ordusu tərəfindən ələ keçirilir. Ələ keçirilir deyəndə, yəni şəhərə girirlər, müqavimətsiz girirlər. Ayşə radiyallahu anh'ın ordusu Bəsrəyə daxil olurlar. Bəsrədə Osmanın evinin mühasirəsi və qətlində iştirak edən bir neçə nəfər olur. Onları dərhal təsbit edib edam edirlər. Daha sonra isə Qaqa ibn Amr məşhur bir sahabədir. Bilindiyi kimi Mədain fatihidir. Qaqanı tanımayan yoxdur İslam tarixində maraqlananlar da. O çox çalışır ki, sülh olsun. Əli ibn Əbu Talibin də yanına gedir, Təlha ibn Zübeyrin də yanına gedir. Onlarla danışır. Bu məsələləri sülhlə yoluna qoymaq istəyir və onların tələblərini gətirir, Əli ibn Əbu Talibə çatdırır. Tələb də bundan ibarət idi. Osmanın qatilləri təsbit olunsun və cəzalandırılsın. Əli ibn Əbu Talib prinsip olaraq bunlar razılaşır. Deyir ki, bəli, haqlısınız, bu həqiqətən də belə olmalıdır. Söhbətlər bu şəkildə cəryan edəndə Malik ibn Haris əl-Əştər nə deyir bilirsinizmi? Gizli bir toplantı geçirirlər. Abdullah ibn Səba da daxil olmaqla və bunun yaxın silahdaşları deyirlər ki, əgər iş belə getsə, Əli ibn Əbu Talib həqiqətən bizi cəzalandıracaq. Bəlkə Osmanlı öhdəsindən gəldiyimiz kimi Əlinin də öhdəsindən gələk. Təklifi bu olur. Və Abdullah ibn Səba deyir ki, yox, hələ ki bunun üçün tezdir. Əliyə sadiq olan adamlar çoxdur ətrafında. Bəs neyiniyək? Mütləq bir müharibə olmalıdır. Müharibə olmasa, yəni bu iki tərəfdir barışsa, bunlar tələb nədir o bir tərəfin tələbi? Osmanlı qatilləri müəyyən olunsun, cəzalandırılsın. Əli də prinsip etibarilə bunu rədd etmir. Eləmirəm demirdir, eləyəcəm deyir. Sadəcə olaraq biraz vaxt istəyir. Elə isə deyir, bu vaxt da deyir, buna verilsə, nə baş verəcək? Mütləq deyir, növbə bizə gəlib çatacaq. Deməli, nə eləmək lazımdır? Aranı qızışdırmaq lazımdır ki, bu iki ordu vuruşsun. Və bunu belə də eləyirlər. Həqiqətən də bu müharibənin başlamasına nail ola bilirlər yəni bunlar. Və 656-cı ilin noyabr ayında tərəflər arasında Cəməl döyüşü baş verir. Və bu döyüşdə Məkkədən gələn ordu, Cəməl ordusu məğlub olur. Zübeyir və Təlha da bu döyüşdə öldürülürlər. Və beləcə Bəsrə yenidən Əli ibn Əbu Talibin adamlarının əlinə keçir və bu tarixdən sonra artıq Əli ibn Əbu Talib Küfəyə girmək istəyir. Çox maraqlıdır ki, Əli ibn Əbu Talibin Küfəyə girişi, yəni Küfəni ələ keçirməsi də elə asan baş vermir. Çünki burada Əbu Musa əl-Əş'ari validir, Osmanın valisidir və o da onu tələb edir. Deyir ki, bax, bir yeni xəlifəsən, biz səni yeni xəlifə olaraq qəbul edirik. Lakin səndən əvvəlki möminlərin əmiri qətlə yetirilib. Bunun qatilləri cəzalandırılmalıdır, müəyyən olmalı və cəzalandırılmalıdır deyir və bu şəkildə Əli ibn Əbu Talibə xəbər göndərir və burada tarixi rəvayətlərdə maraqlı bir ifadə var. Əli ibn Əbu Talib Əbu Musa əl-Əş'arinin yanına oğlu Həsəni bir də Əmmar ibn Yasiri göndərir. Və Əmmara nə deyir bilirsinizmi? Get, indi o fəsada uğratdıqlarını düz yola gətir. Küfərlər haqqında deyir bunu.
Yəni Əmmar İbn Yasirə deyir ki, o küfərləri sən fəsada uğratmısan. Gidindir onları yola gətir deyir və Əmmar İbn Yasir də Həsənlə birlikdə, Həsən İbn Əli ilə birlikdə gəlir Əbu Musa Əl-Əşari ilə uzun bir söhbətləri olur. Əbu Musa Əl-Əşari Əmmar İbn Yasirə deyir ki, yoxsa sən də Osmanlı qatilləri arasındasan. Deyir ki, xeyr, deyiləm. Amma bu iş deyir, mənim heç vecimə də deyil. Əmmar İbn Yasir 90 yaşında yaşlı bir adam idi, belə bir cavab verir. Və Əbu Musa Əl-Əşarinin bu işdə israr etdiyini, yəni təkid etdiyini görürlər ki, Osmanın qatilləri müəyyən olunmalı və cəzalandırılmalıdır deyə. Və bu vaxt Malik Əl-Əştər gəlir Küfəyə və Əbu Musa Əl-Əşariyə deyir ki, sən artıq vəzifədə deyilsən, qovulmusan, bir gün də belə bir şəhərdə qalanməsən deyir. Hətta deyir ki, mən əşyalarımı toplayayım, yəni bu əmlakım falan var burada, ailəm var deyir. Ona belə imkan vermirlər, yəni. Əbu Musa Əl-Əşarini Küfədən qovurlar və bu 656-cı ilin dekabr ayında beləcə Küfə, Əli ibn Əbu Talib Küfəyə yerləşir, belə deyək. Və bundan sonraki tarixdə də artıq əsas hədəfi olan Şam səfərinə hazırlaşmağa başlayır. Muaviyyənin üzərinə getməyə hazırlaşır. Əli ibn Əbu Talib əlbəttə ki, onun hər şeydən əvvəl hədəfi, məqsədi Muaviyyə idi. Niyə görə? Çünki Muaviyyənin ətrafında böyük bir güc var idi. Hərbi güc var idi, maliyyə gücü var idi, tərəfdar kütləsi var idi və Əli ibn Əbu Talib Muaviyyəni, belə deyək, bu müxalifətini deyək, şərti olaraq müxalifətini deyək, səbəbli, keçərli səbəbdən ötürü etdiyi müxalifəti yatırmaq istəyirdi və buna görə də bu işi əvvəla sülh yolu ilə görmək istədi. Bir neçə, 3 məktub yazıldığı deyilir, beyətə dəvət edir onu, lakin Muaviyyə məktubların heç birinə cavab vermir. Daha sonra isə öz elçisini, səfirini göndərir Muaviyyənin yanına. Cundab idi, xatırlamıramsa səfirin adı və Cundab Muaviyyənin huzurunda Muaviyyəyə Əli ibn Əbu Talibin məktubunu oxurkən Muaviyyə sanki heç bir şey eşitmirmiş kimi, yəni bu deyilənləri eşitmirmiş kimi Osmanın qətlini vəsf edən şeir oxuyur, dayanmadan şeir oxuyur. Və bu yəni özünü eşitməməzliyə qoyur da, belə deyək, səfiri görməməzlikdən gəlir, səfirin gətirdiyi xəbəri də eşitməyə, yəni nəyə təkrar edir? Osmanın qətli. Çünki bunun üzərində təkidlə dayanırdı və istər keçmiş, istər müasir alimlər də bu təkidin, bu tələbin, təkidli tələbin haqlı olduğunu bildirən alimlər var. Həm keçmiş dövrlər, həm müasir dövr alimlər arasında var bunlar. Mən də ad çəkib təfərrüata girmək istəmirəm. Bir müddət sonra isə Muaviyyə özünün elçisini Mədinəyə göndərir, Əli ibn Əbu Talibin yanına. Qubeysa adlı elçisini, daha doğrusu artıq Küfəyə göndərir, Mədinəyə yox, çünki Əli ibn Əbu Talib artıq Küfədə idi. Qubeysa gəlir Əli ibn Əbu Talibin yanına və Muaviyyənin elçisi olaraq gəldiyini deyir və əvvəla ondan təhlükəsizliyi üçün zəmanət alır. Deyir ki, mənim təhlükəsizliyimə zəmanət varmı? Əli ibn Əbu Talib deyir ki, sən səfirsən, elçisən, elçiyə zavallı yoxdur, əlbəttə ki, sənin təhlükəsizliyinə təminat verirəm deyir və gətirdiyi məktubu, deyir ki, Muaviyyədən gətirdiyi məktubdur bu, Əli ibn Əbu Talibə verir. Əli ibn Əbu Talib açır məktubu və görür ki, bomboş bir kağızdır. Muaviyyə heç bir şey yazmadan boş bir kağız göndərib. Məktubu deyir, gördük. Şamdan nə xəbər gətirmişsən deyəndə, Qubeysə deyir ki, Şamdan mən 70.000 adamın xəbərini gətirmişəm, hansı ki o adamlar Osman üçün göz yaşı töküb onun qisasını tələb edirlər. Bu adamların hamısı da silahlıdırlar və döyüşməyə də hazırdırlar, deyir. Yəni bu artıq bu işin döyüşsüz, müharibəsiz bitməyəcəyinin siqnalı idi. Əli ibn Əbu Talib onun təhlükəsizliyinə zəmanət verdiyi üçün sağ-salamat geri göndərir, lakin Əlinin yanından çıxandan sonra o Malik ibn Əştər və ətrafındakılar onun kim olduğunu biləndə bu ağır bir şəkildə təhqir edirlər bu adamı. Köpəyin elçisi köpək deyə ona hücum edirlər və döyürlər. Ancaq Əli ibn Əbu Talibin tələbinə buna son qoyurlar. Yəni əllər alırlar, öldürülməsinə imkan vermirlər və geri göndərirlər.
Bu hadisədən sonra artıq tam aydın olmuşdu ki, bu iş müharibəsiz mümkün olmayacaq. Yəni Muaviyə könüllü bir şəkildə Əli ibn Əbu Talibə biət etməyəcək və öz tələblərindən də vaz keçməyəcək. Və buna görə də Əli ibn Əbu Talib böyük bir ordu hazırladı. Təqribən 120 minlik bir ordu hazırlayır Şam səfəri üçün. Muaviyyənin üzərinə yeriyir bu 120 minlik orduyla. Muaviyyə də bütün qüvvələrini səfərbər edir. 60 minlik bir ordu toplayır. Aradakı fərqi yəqin ki görürsünüz. 2 qat artırdı xəlifənin ordusu. Bu iki ordu 657-ci ilin yayında, iyun aylarında Sıffeyn adlanan yerdə, Şam ərazisində, Suriya ərazisində Sıffeyn adlanan yerdə üz-üzə gəlirlər. Və burada 110 gün davam edən Sıffeyn döyüşü baş verir. Sıffeyn döyüşü biz adətən İslam tarixində belə vərdiş olmuşuq ki, ən çətin döyüşlər belə bir neçə gün davam edir və ya da bir gün davam edir, bir neçə gün davam edir. Lakin Sıffeyn döyüşü o qədər ağır və çətin bir döyüş idi ki, 110 gün fasilələrlə 80-dən çox hərbi toqquşma, silahlı toqquşmanın baş verdiği bir döyüşdür. Və 110 gün davam etmiş bir döyüşdür Sıffeyn döyüşü. Baxmayaraq ki, Əli ibn Əbu Talibin ordusu Muaviyyənin ordusundan say baxımından 2 dəfə daha üstün idi. Bu üstünlüyə baxmayaraq, həmin bu 110 gün ərzində İraq ordusu, xəlifənin ordusu, Şam ordusu üzərində heç bir ciddi belə deyək, uğur qazana bilmədi və bu 110 gün davam edən müharibədən sonra artıq tərəflərin belə qərara gəldilər ki, belə qənaətə gəldilər ki, heç kim bir tərəfə üstünlük təmin edə bilməyəcək. Çünki artıq 70 min insan ölmüşdü iki tərəfdən. Bu ölənlər müsəlmanlar idi. Cəməl döyüşündə 70 min müsəlman hər iki tərəfdən. 45 min nəfər Muaviyyənin və ya 40 və ya 45 min nəfər Muaviyyənin ordusundan belə qeyd olunur. Geri qalanları isə ölənlərin Əli ibn Əbu Talibin ordusundan idi. Və buna görə də tərəflər belə qərara gəldilər ki, bir razılaşma, bir əhdnamə bağlansın iki tərəf arasında ki, bu iş müharibə ilə də əmrə gəlinir, sülh yolu ilə yoluna qoyulsun deyə. Tərəflər arasında müqavilə bağlanır. Muaviyyə tərəfdən həmin dövrün məşhur diplomatlarından Amr ibn As iştirak eləyir. Əli ibn Əbu Talib ilə üz-üzə oturur və müqavilənin mətnini yazarkən Əli ibn Əbu Talib belə başlayır. Katibə belə diktə eləyir. Bu əhdnamə Əli möminlərin əmiri Əli ibn Əbu Talib ilə Şam valisi Muaviyyə ibn Əbu Sufyan arasındadır deyəndə Amr ibn As etiraz edir. Deyir ki, biz səni xəlifə olaraq tanımırıq ki, biz sənə biət eləməmişik. Ona görə də sən bu müqavilədə siz sadəcə öz adınız və atınızın adı ilə çıxış elə bilərsiniz hər iki tərəf. Ona görə də sən orada möminlərin əmiri Əli ibn Əbu Talib ilə Muaviyyə arasındadır deyə təkid edir bunun üzərində. Əli ibn Əbu Talib bunu qəbul etmək məcburiyyətində qalır. Bu nə deməkdir? Bu diplomatik zəfər deməkdir. Niyə görə? Çünki bu əhdnamənin altına Əli ibn Əbu Talib sonra öz möhrünü vurur. Bu isə o deməkdir ki, mən möminlərin əmiri deyiləm deməkdir. Yəni, sizin tələbinizi qəbul edirəm deməkdir. Bu, Muaviyyənin və Amr ibn Asın diplomatik bir qələbəsi idi. Belə deyək də, sülh yolu ilə əldə olunmuş bir qələbə, belə deyək. Və beləcə tərəflər arasında bir anlaşma imzalanır, niyyət anlaşması. Niyyət anlaşması da neydən ibarət idi? Ki, biz atəşkəs yaradırıq. Yəni, bu əhdnamənin, bu müqavilənin mahiyyəti, məqsudundan ibarət idi ki, Əli ibn Əbu Talib ilə Muaviyyə ibn Əbu Sufyanın tərəfdarları arasında müharibə dayandırılır, döyüş dayandırılır, ordular geri çəkilir, yəni cəbhə xəttindən belə deyək, geri çəkilir, hər gəldiyi yeri geri qayıdır və bir gələcək üçün, yaxın gələcəkdə, yəni həmin ilin Ramazan ayı 600, bu da düşür 658-ci ilin mart ayına. Bu dövrə qədər, yəni önümüzdəki Ramazana qədər tərəflər öz nümayəndələrini göndərirlər, bu nümayəndələr otururlar, danışırlar və razılaşma mətnini hazırlayırlar.
deyə belə bir niyyət anlaşması imzalayırlar və hər öz tərəfinə çəkilir. Yəni Əli ibn Əbu Talib İraqa gedir, Muaviyə də Şamda qalır o vali olduğu yerdə və tərəflər arasında ki bu hadisə hakimlər hadisəsi adlanır. Hansı ki Əzruh adlanan yerdə iki hakim Muaviyə tərəfdən Amr ibn As, Əli ibn Əbu Talib tərəfindən isə Əbu Musa Əl-Əş'ari iştirak edəcəkdi. Əslində Əli ibn Əbu Talib əmisi oğlu Abdullah ibn Abbası istəyirdi. Lakin ətrafındakılar təkid edirlər ki, yox, Əbu Musa Əl-Əş'ari olsun, o da onların bu təkidi ilə, tələbi ilə razılaşmalı oldu və tərəflər arasında oturdular, söhbət elədilər. Hər iki tərəfin tam səlahiyyətli vəkili, özləri üçün də təhlükəsizlik təminatı alınmışdı ki, veriləcək qərardan asılı olmayaraq nə özlərinə nə də ailə üzvlərinə hər hansı bir xətər toxunmayacaq və söhbət əsnasında yenə də bacarıqlı diplomat olan Amr ibn As Əbu Musa Əl-Əş'ari dilə tutdu və dedi ki, sən mənimlə yəqin ki, razılaşarsan ki, bax, bu qədər müsəlmanın ölməsinin iki əsas səbəbkarı var. Bunların biri Əli, digəri də Muaviyyədir. O da dedi ki, bəli, razıyam, haqlısan. Və sən dedi, yenə mənimlə razılaşarsan ki, bunun da səbəbi Osmanın qətlidir və Osman məzlum olaraq öldürülür, elədirmi? Əbu Musa da dedi ki, bəli, elədir, haqlısan. Dedi, Əli isə bunun bir çıxış yolu var. Bu adamların hər ikisini tutduqları vəzifədən uzaqlaşdırmaq. Biz onsuz da səlahiyyətli vəkilik. Sən öz vəkilliyini elədin, adamı vəzifədən azad edilirsən, mən də öz vəkilliyini elədiyim adamı, yəni Muaviyyəni vəzifədən azad edirik. Sonra bir şura toplanır. Müsəlmanlar bu şurada özlərinə yeni bir başçı seçirlər. Osmanlı qatilləri cəzalandırılır və biz beləcə məsələ də, belə deyək də, yekunlaşmış olur. Və razılaşırlar, deyirlər ki, eləsə çıxaq, bizi gözləyən adamlara bu qərarı elan eləyək deyəndə Amr ibn As deyir ki, sən məndən yaşda böyük olduğu üçün buyur, birinci sən çıxış elə və təqribən bu Əzruhda 800 adam bunları dinləyir. Və burada Əbu Musa Əl-Əş'ari çıxış edir, giriş edir, belə deyək də, məqsədini və ramını anlatır, danışıqların və nəhayətdir ki, mənim vəkili olduğum Əli ibn Əbu Talibi bu üzüyü barmağımdan çıxardığım kimi onu xəlifəlik məqamından uzaqlaşdırıram deyir və üzüyü barmağımdan çıxarır və deyir ki, bu üzüyü necə çıxarıramsa onu da xəlifəlikdən çıxardım, azad elədim. Arxasınca Amr ibn As çıxış edir, deyir ki, mən isə vəkili olduğum Muaviyə ibn Əbu Sufyanı olduğu kimi Şam vilayətini, valiliyi vəzifəsində saxlayıram deyir və bununla da hakimlər hadisəsi böyük bir fiyaskoya uğrayır. Əslində hakimlər hadisəsindən əvvəl, yəni o niyyət anlaşması ki dedi ya, imzalandı, onda artıq Əli ibn Əbu Talibin ordusunda faktiki olaraq parçalanma baş vermişdi. Təqribən 12.000 nəfərlik bir qrup bu qərardan narazı qalmışdı ki, biz belə bir qərarı qəbul edə bilmirik və bunlar ayrılıb getmişdilər. Yəni xəlifəyə artıq itaət etmirdilər. Bunlar xəvarici idilər. Xaricilərin ilk toxumları idi, belə deyək. Harura adlı yerdə də mövqe tutduqları üçün Harurilər, Haruriyyə firqəsi kimi də tanınmışdılar. Düzdür, daha sonra bunlar müxtəlif dilə tutmalarla, belə deyək, sözlərlə, vədlərlə parçalandılar. Öz aralarında çox az bir 3000 nəfəri qaldı. Geri qalan yerindən geri qayıtdı Əli ibn Əbu Talibin yanına. Amma istənilən halda artıq Əli ibn Əbu Talibin ordusunda bir parçalanma baş vermişdi. Hakimlər hadisəsindən sonra isə bu parçalanma daha da dərinləşdi və iş onunla nəticələndi ki, Əli ibn Əbu Talib özünün vaxtı ilə ona itaət, necə deyərlər, hakimiyyətə gətirmiş, ona arxada ayaq durmuş adamlarla bunun təfərrüatı çox uzun olduğu üçün əlbəttə ki, biz bunu xavaric necə meydana gəldi, niyə görə, hansı səbəblərdən Əli ibn Əbu Talib bunlara əvvəlcə toxunmadı, lakin sonra bunlar azğınlıq eləməyə başlayanda, hətta hamilə qadınları belə öldürməyə başlayanda, müsəlmanların yaşayış məntəqələrini hücum eləməyə başlayanda Əli ibn Əbu Talib də bunlarla vuruşdu və bu iki döyüş Nəhrivan və Nuxeylə döyüşləri adlanır. 3000-ə yaxın xavaric Nəhrivan və Nuxeylə döyüşlərində Əli ibn Əbu Talibin ordusu tərəfindən qətli yetirilmişdi, öldürülmüşdü. Bunlar küfərlər idi. Faktiki olaraq bu iki döyüşdə küfərlər bir-birlərini öldürmüşdülər. Yəni Əli ibn Əbu Talibin ordusu iki yerə bölünür, belə deyək, xəlifənin ordusu. Bir hissəsi xavaric, bir hissəsi isə Şiatul Əli, yəni Əlinin tərəfdarları və bunlar öz aralarında vuruşurlar və xavaric burada demək olar ki, tamamilə məhv edilir, öldürülür.
Bu vaxt, yəni artıq 658-59-cu illərdə Muaviyə ibn Əbi Süfyan öz adamlarını, ordusunu, komandanlarını İraq və Hicazın şəhərlərini ələ keçirmək üçün göndərir. Bir sıra yerlər ələ keçirilir. Məsələn, Ramadi şəhəri, Hit şəhəri, Ənbar vilayəti Muaviyyənin ordusu tərəfindən ələ keçirilir. Daha doğrusu İraqlılar vuruşmadan təslim edirlər. Sonra Əli ibn Əbu Talib özü gedib bu şəhərləri yenidən geri almalı olur. Hicaza və Yəmənə yürüş eləyirlər Muaviyyənin qoşunları. Buralarda Mədinə əhalisi heç bir müqavimət göstərmədən Muaviyyənin ordusunu qarşılayır, şəhərə buraxırlar. Yəmənə qədər gedib çıxırlar Muaviyyənin ordusu. Əli ibn Əbu Talib Malik ibn Əştəri göndərməli olur, yenidən bunları geri alınır. Əli ibn Əbu Talib artıq başa düşür ki, bu müharibəni davam etdirmək bu şəkildə mənasızlaşır. Yəni, nə vaxta qədər bu belə davam edəcək. Ona görə də bir müqavilə imzalanır. Bu müqavilə 660-cı ilin qışında imzalanır. Müqavilə də ondan ibarət edir ki, heç bir tərəf digər bir tərəfin ərazisinə hücum etməyəcək. Bu ərazilər də necə müəyyənləşir? Şam və Misir Muaviyyənin ərazisidir. Bunun xaricində qalanlar isə Əli ibn Əbu Talibə tabi olan ərazilərdir. Bu müqavilə ilə Əli ibn Əbu Talib faktiki olaraq nə etmiş olur? Xilafətin faktiki olaraq ikiyə bölünməsini qəbul etmiş olur. Rəsmi sənəddir bu. Altında da möhrü və imzası var. Yəni möhrü var daha doğrusu Əli ibn Əbu Talibin. Bu xilafətin faktiki olaraq bölünməsi deməkdir. Bundan bir müddət sonra xaricilərdən bir araya gəlirlər və bu Əli ibn Əbu Talibin qətli hadisəsi məlum, məşhur hadisədir. Bunlar Nəhrivanda və Nuxeylədə öldürülən öz dostlarının qisasını almaq üçün suiqəst təşkil edirlər. Bu suiqəstlər də Əli ibn Əbu Talib, Amr ibn As və Əbu Süfyan, Muaviyə ibn Əbu Süfyana qarşı tərtib edilir. İbn Mülcəm adlı qatil zəhərli qılıncla Əli ibn Əbu Talibin başına bir zərbə endirir. Bir sübh vaxtı evindən çıxıb məscidə gedəndə sübhün əla qaranlığında gizləndiyi yerdən çıxaraq Əli ibn Əbu Talibə qılınc zərbəsi endirir. Zəhərli qılıncla başına. Əli ibn Əbu Talib aldığı bu qılınc arasından şəhid olur, vəfat eləyir. Muaviyə ibn Əbu Süfyan yaralanmaqla qurtulur bu suiqəstdən. Amr ibn As isə ümumiyyətlə onun yerinə həmin gün sübh namazına başqa adam çıxdığı üçün, xəstə olduğu üçün Amr. Qatil də təbii ki, öndə kim durursa onu öldürməlidir və vurur, namaz qıldıran adamı, öndə duran adamı öldürür. Və elə zənn edilir ki, Amr'da, amma Amr deyilmiş. Və beləcə Əli ibn Əbu Talib 25 yanvar 661-ci ildə 63 yaşındaykən şəhid olaraq bu dünyadan köçüb gedir. Allah ondan razı olsun, Allah ona rəhm eləsin. O zaman müəllim, bizim sadəcə toxunacağımız mövzular qaldı hal-hazırda. Həsənə beyt edilməsi məsələsi, bir də Həsən ilə Muaviyə arasında antlaşma və antlaşmanın şərtləri. Buyurun müəllim, onları da tamamlayaq. Bəli. Deməli, Əli ibn Əbu Talib hələ ağır yaralı ikən vəsiyyətini eləyir və deyir ki, əgər mən bu yaradan xilas olacaq olsam, bu adamın cəzasını özüm verəcəm deyir. Yox, əgər mən bu yaradan dünyamı dəyişərəmsə, o məni necə vurubsa, sizə misli ilə qisas eləyərək, yəni İslam hüququnun tələblərinə uyğun olaraq, onu bir qılınc zərbəsi ilə vurub öldürün. Amma ona muslə eləməyin, yəni cəsədinə işgəncə eləməyin və ondan bu hadisədən ötürü onun əqrabalarına, yəni yaxınlarına da bir zərəriniz toxunmasın, deyir Əli ibn Əbu Talib belə vəsiyyət edir. Lakin qılınc zəhərli qılınc olduğu üçün Əli ibn Əbu Talib bu yaradan yarası sağalmır və bu yara səbəbindən də dünyasını dəyişir. O yaralı ikən o yaxın adamları səndən sonra oğlun Həsənə beyət edəkmi deyə sual verirlər. Əli ibn Əbu Talib də bu fani dünyadan axirət dünyasına köçmək üzrə olan bir adam olduğu üçün bu məsələlərlə artıq çox da dünya işlərindən mən belə güman verirəm ki, məşğul olmaq istəmədiyi üçün bunu sizə nə qadağan eləmirəm, nə də əmr eləmirəm. Özünüz bilərsiniz deyir, bu sizin işinizdir. Belə ifadə edir və oradakılar da Həsənə beyət edirlər. Lakin qısa müddət ərzində Həsən radiyallahu anhu bu adamlarla bir iş görülə bilməyəcəyini anlayır
və Muaviyə ilə biz bu haqda əslində bizim söhbətimiz olub, biz bu haqda danışmışıq Bəli. Muaviyə ilə insan arasındakı amma yenə də biz dinləyicilərimizə qısa məlumat verəcək olsaq, onu deyim ki, yaxın adamlara, ətrafındakı adamlar hətta Həsənin özünə belə hücum edirlər, baldırından yaralayırlar, çadırını yağmalayırlar. Həsən artıq anlayır bu adamlarla, yəni bu Küfə mühitində yetişmiş adamlarla, bu İraqlılarla Muaviyyəyə qarşı hər hansı bir zəfərin, bir uğurun qazanmasının mümkün olmadığını anladığı üçün Muaviyyənin təklif elədiyi sülhü qəbul edir və Muaviyyə də ona bir özünün imzası, möhrü olan bir boş kağız göndərir ki, bura istədiyin şərtləri yazına bilərsən deyə. Bu Muaviyyə də, Həsən də həmin burada bu kağıza özünün şərtlərini qeyd edir. Bu şərtlər nədən ibarət idi? Şərtlər ondan ibarət idi ki, hər şeydən əvvəl Muaviyyə hakimiyyətə gəldikdən sonra Əli ibn Əbu Talib və yaxın ətrafı haqqında bu bir məsələ var. Bunu həmin dəqiqə qeyd edeyim, sonra davam edeyim. Lənətləşmə məsələsi. Onu qeyd edeyim ki, Əhl-i Sünnənin mühüm tarixi və hədis qaynaqlarında, məsələn Təbəridə, İbn-i Əsirdə və digərlərində bu açıq şəkildə qeyd olunur ki, lənətlənmə məsələsi, lənətləşmə məsələsini ilk əvvəl Əli ibn Əbu Talib başlatmışdı. Əli ibn Əbu Talibin namazlarda qunut tutaraq Muaviyyə, Amr ibn As və Abdurrahman ibn Xalid ibn Vəlid və digərlərinə lənət etdiyi xəbəri Muaviyyəyə çatır və Muaviyyə də bu tarixdən sonra eynən namazlarda bunu tutaraq Əli ibn Əbu Talib və ətrafındakı bir neçə şəxsə lənət oxuyur. Qarşılıqlı şəkildə, amma bu lənətləşmə heç bir şəkildə Muaviyyə tərəfindən başladılmamışdır. Təbəri başda olmaqla digər bütün qaynaqlarda bu şəkildə keçir ki, Əli ibn Əbu Talib tərəfindən başladılmışdır. Lakin Həsən, oğlu Həsən radiyallahu anh bir tələb şəklində qoyur bunu. Deyir ki, bu məsələ aradan qaldırılsın və Muaviyyə bu şərti qəbul edir. Digər şərti isə yaxınlarına, Əli ibn Əbu Talibin ətrafında olan, ona kömək edən adamlara qarşı heç bir qisas alınmayacağı və onlara qarşı hər hansı bir təzyiq göstərilməyəcəyine dair şərt irəli sürür. Muaviyyə bunu da qəbul edir və Muaviyyədən 1 milyon dirhəm nəqd və daha sonra da mərhələli şəkildə ödənmə şərti ilə 7 milyon dirhəm qarşılığında hakimiyyəti ona təhvil, yəni daha da təhvil yox, hakimiyyət iddiasından, xəlifəlikdən vaz keçəcəyini bildirir. Və üstəlik İran ərazisində olan Dəra və Fəsa və Darabgird bölgələrinin xərac vergisinin də xəzinəyə hansı ki Beytülmala gəldi o xərac vergisi Həsənə veriləcəyinə dair bir şərt qoşulur və Muaviyyə bu şərtlərin hamısını qəbul edir. Və beləcə bu şərtlər altında Həsən ibn Əli, Allah ondan razı olsun, hakimiyyət iddiasından əl çəkir, xəlifəlikdən vaz keçir və bu tarixdən sonra artıq müsəlmanlar Muaviyyəyə biət edirlər və Muaviyyə artıq parçalanmış xilafəti yenidən birləşdirərək bütün xilafətin tək xəlifəsi olur və onu da qeyd edeyim ki, Muaviyyə ibn Əbu Süfyan əlində fürsət, imkan, güc olduğu halda həqiqətən də heç kimdən qisas almamışdı. Halbuki istəsəydi eləyə bilərdi. Heç kimdən qisas almadı, heç kimə toxunmadı. Hucur ibn Udeydən başqa, o da artıq həddini aşıb qiyam qaldırmaq əzmində olduğu üçün edam olmuşdu. Onun xaricində Əli ibn Əbu Talibin yaxın adamları, ona sadiq olan, ona kömək eləyən şəxslərin heç birindən, nə də Osmanlı qatillərindən belə deyək də araşdırıb, tapıb bir-bir onları təsbit edib qisas almamışdı Muaviyyə. Və bu da Muaviyyənin yenə də xeyir üzərində olduğu, qisasçı bir şəxs olmadığını və bir mömin bir hökmdara, belə deyək, mömin bir rəhbərə yaraşacaq şəkildə rəftar elədiyini göstərir. Müəllim, bir də biz bilmirəm, unutduqmu, onu keçdikmi, amma bizim Facebook səhifəmizdə bu haqda ətraflı məlumat var, məqalə şəklində. Amma istəsəniz siz də qısa şəkildə toxuna bilərsiniz tarixi mənbələrin işığında Qədir-Xum hadisəsi. Çünki bu Qədir-Xum hadisəsini çox gündəm verirlər, xüsusən də Həzrət Əlinin xəlifəlik məsələsində. Düşünürəm ki, tam da bu bölümümüzdə yerinə düşər.
bu məsələyə toxunmağımız. Biraz əvvəl bu haqda danışdıq, səhv eləmirəmsə, bir-iki kəlmə dedim mən. Peyğəmbər tərəfindən, Peyğəmbərin Mədinədən Məkkəyə həcc ziyarəti üçün çıxmamışdan əvvəl 630-cu ildə Əli ibn Əbu Talibi bir qrup şəxsin rəhbəri olaraq Yəmənə göndərir. Zəkat mallarının toplanıb gətirilməsi üçün. Əli ibn Əbu Talib də Yəmənə gedir, lakin bu vaxt xəbər tutub bilirdi onsuz əvvəlcədən ki, Peyğəmbər artıq Məkkədədir və həcc ziyarəti və o da Peyğəmbərlə birlikdə həcc edə bilmək üçün öz yerinə bir vəkil təyin edir bu qrupa və geri gəlir, Məkkəyə gəlir, çatdırır özünü vaxtında və Peyğəmbərlə birlikdə həcci başa vurur. Həcci başa vurandan sonra həcc ziyarətini o qrupun da artıq Yəməndən gəlib Məkkəyə yaxınlaşdığı xəbərini alır. Onları qarşılamağa çıxanda onların üzərində zəkat mallarından olan geyimlərin olduğunu görəndə onlara çox qəzəblənir. Deyir ki, siz icazəsiz nə ixtiyarınız var ki, dövlətin əmlakından istifadə edirsiniz, dərhal çıxarıb yerinə qoyun. Onlar dedilər ki, üstü başımız tozlu idi, biz şəhərə girərkən daha səliqəli bir geyimdə olmaq istədik. Əli bundan razılaşmıyor. Deyir, xeyr, bu sizin əmlakınız deyil, bu dövlətə aid bir əmlakdır, icazəsiz bunlardan istifadə eləmək də sizin haqqınız deyil, çıxarıb yerinə qoyun deyir. Və onlar da istəmədikləri halda, məmnun olmadan da çıxarıb bunu edirlər. Lakin daha sonra bir neçə dəfə, bir çox dəfə Peyğəmbərin yanına gələrək bunu təkrarlayırlar. Əlidən narazı qaldıqlarını bizə qarşı çox sərt rəftar elədi. Bütün səfər boyu bizi incitmişdi. Hətta biri belə bir fikir də, iddia da deyir ki, orada zəkat mallarının arasında cariyələr də vardı. Onun payına düşüb düşmədiyini bilmədən o cariyə ilə də cinsi əlaqədə olmuşdu. Belə bir söz də deyirlər hətta. Və bu şikayətlər o qədər təkrarlanır ki, Əli ibn Əbu Talib haqqında Peyğəmbər də hər dəfə buna Əli ibn Əbu Talib Allah rizasından başqa bir şey üçün qəzəblənməz deyə onlara xəbərdar edir. Lakin buna baxmayaraq bu söz-söhbət kəsilmir. Nəhayət, həcc ziyarətindən geri qaydanda, Məkkədən Mədinəyə qaydanda Qadir-i Xum, yəni Xum Nohurları adlı yerdə fasilə verilir, heyvanları sulayıb namaz qılmaq üçün. Namazdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm oradakı təqribən 300 nəfərlik bir qrupa xitab eləyərək Əli haqqındakı şikayətləri kəsilməsini istəyir və mən kimin mövlasıyamsa, yəni mən kimin dostuyamsa, Əli də onun dostudur deyib, onu əlini tutur və qaldıraraq mən kimin dostuyamsa, bu da onun dostudur deyir. Yəni ki, bu söz-söhbətə Əli haqqındakı şikayətlərə artıq son qoyun, kəsin mənasında, məalında bir çıxış edir və bu əsla və buradan hansı ağıl sahibi bir vəsiyyət varislik mənası çıxarıb, düzü anlaşılmır. Peyğəmbər bu vəsiyyət eləmək istəsəydi vəda xütbəsində təqribən bəzi rəvayətlərə görə 40, bəzi rəvayətlərə görə 40 ilə 100 min arasındakı adama xitab eləmişdi. Buradakı 100 min nəfərin arasında deyərdi ki, mən Əli ibn Əbu Talibi özümün vərəsəm olaraq təyin edirəm. O sözdən də ərəb dilində çox zəngin bir dildə ərəb dili. Məvla deməzdi, dostum deməzdi. Varisim deyərdi, yəni açıq şəkildə bunu ifadə, ima eləməzdi, yəni eyham vurmazdı. Birbaşa kəlmə ilə ifadə edərdi. Vəhiy katibləri vardı, Peyğəmbərin ətrafında nə qədər katib vardı, onlardan bir də Əli ibn Əbu Talib idi. Çağırardı yanına, deyərdi, yaz vəsiyyətimdir, səni özümdən sonra təyin eləyirəm deyə altına da möhrün qoyardı. Lakin Peyğəmbər bir kral deyildi ki, özündən sonra... Məqam odur ki, məsələn, Allah siyasi hakimiyyətin Peyğəmbərin mənsub olduğu Haşim soyundan olmasını murad eləsəydi, övladlarından 3 oğlu var idi, yəni onlardan biri sağ buraxardı. Bəli, 3 oğlu var idi. Burada bir məsələ də var. Yaxınlıq məsələsinə qalanda, qardaş, bu dövrdə Peyğəmbərin əmisi olan Abbas sağ idi. Bəli. Əmi-oğludan qohumluğa görə, qohumluq yaxınlığa görə daha yaxındır. Əvvəl əmi gəldi, sonra onun oğlu gəlir də, yox. Abbas sağ idi. Yox, burada Peyğəmbərə bir yaxınlıq məsələsi varsa, qohumluq, əqrabalıq baxımından Abbas sağ idi. Abbasın haqqı idi bu. Bu məsələnin birinci tərəfi. Digər tərəfi, ondan da daha yaxın bir varisi var idi Peyğəmbərin. Həzrəti Fatimə anamız, radiyallahu anha. Deyilə bilər ki, qadın necə hökmdar olur? İslam qadının hökmdar olduğu qadağan eləmir ki. Quran-ı Kərimdə bunu siz belə deyək, qadağan eləyən heç bir dəlil tapmazsınız, amma təsdiq eləyən dəlil tapa bilərsiniz. Məsələn, qadın hökmdar var. Bəlqis, Səba kraliçası, möminə kraliça, Bəlqis, Quran-ı Kərimdə haqqında rəğbətlə, təriflə söhbət açılan bir qadındır. Hökmdar qadındır Bəlqis. Və Quran-ı Kərim, İslam dini prinsip olaraq qadının hökmdar ola biləcəyini, vərəsi ola biləcəyini qadağan eləmir.
Düz indi nə o vaxtki ərəblərin örfündə belə bir şey yox idi. Adətən nəsildir ki, qadın kişilərə hökmranlıq eləsin. Nə də ki, indiki dövrdə də biraz yəni şərq müsəlman xalqlarında çətin qəbul olunan bir şeydir. Amma problem deyildi ki, yəni Həzrəti Fatimə var idi. Yəni əgər peyğəmbərə bir vərəsəlikdən söhbət gedirsə, niyə görə yeznəsi və halbuki başqa yeznələri də vardı. Osman da yeznəsi idi. Ona qalanda Osman da qohumu idi. Osmanlı da qohumluq əlaqəsi vardı. Osman da yeznəsi idi. Və yaxud da deyək ki, və yaxud da deyək ki, Həzrəti Fatimə yaxın idi, amma qadın oğulları vardı, Həsən və ya Hüseyin var idi. Yəni nəvələr yeznədən daha yaxındır. Elə deyilmi? Yəni burada vərəsəli, amma nə iddia edirlər? Əli ibn Əbi Talib də biraz əvvəl Buxaridə gələn hədisdə nə deyir? Deyir ki, biz peyğəmbərliyə, mən de peyğəmbərlə olan qohumluq, əqrabalığın baxımından bu işdə bir haqq sahibi olduğumu düşünürdüm. Niyə görə məsələn Abbas düşünmürdü ki, belə? Məsələdir, yəni. Qədruxun məsələsinə toxunduq, qardaş. Çox sağ ol müəllim. O zaman düşünürəm ki, bütün mövzulara toxunduq. Əli ibn Əbi Talib, Allah ondan razı olsun, xəlifə dönəmdə baş verən hadisənin tamamını toxunduq. O zaman sağollaşaq. Bugün bizi izlədiyiniz üçün təşəkkür edirəm. Həmçinin Elnur müəllimə bizə dəyərli bilgilər verdiyi üçün minnətdaram. Əgər bu videonu bəyəndinizsə, bəyən düyməsinə tıklayın və gələcək bölümlərdən xəbərdar olmaq üçün kanala abunə olun. Sağ olun, salamat qalın. Mən təşəkkür edirəm. Çox sağ olun siz də belə gözəl bir mövzunu açdığınız üçün və məni də dəvət etdiyiniz üçün təşəkkür edirəm. Sağ olun.